Vaxtınız xeyir, aktual gündəm efirdədir. İranla bağlı məsələlər, İranın həm Azərbaycanla münasibətləri, həm də ki, Zəngəzur dəhlizi ilə bağlı münasibətlərində, mövqelərində hansı dəyişikliklər var? Əslində, bir-birindən fərqli və çox qəribədə eyni gündə açıqlamalar gəlir. İran prezidenti Pezeşkiyanın Ərdəbildə keçirdiyi görüş zamanı söylədiyi fikirlər ki, Azərbaycanla Ərdəbilin iqtisadi, sosial münasibətlərdə, sərhəd münasibətlərində fərqli bir mövqe tutaraq özünün iqtisadi potensialını artıra bilər. Əslində, kifayət qədər ağıllı, müdrikcəsinə düşünülmüş və eyni zamanda illər ərzində əldən verilmiş fürsətə qayıdışdır. Yəni, bu fürsət İran üçün həmişə olub, Azərbaycanla sərhəddən maksimum faydalanmaq. Əlbəttə, Azərbaycan da iqtisadi münasibətlərdən faydalanır. Çünki bugün Azərbaycan-İran iqtisadi əlaqələri haqqında biz danışanda gələn rəqəmlər, ortaya çıxan rəqəmlər sözün əsl mənasında nə qonşuluğa, nə yaxın münasibətlərə heç yaraşmayan rəqəmlərdir. Bizim münasibətlərimiz daha dərin ola bilər, daha aydın iqtisadi münasibətlər ola bilər. Bir daha təkrar edirəm, İranın elə sektorları var ki, orada onun əvəz olunmazlığı, xüsusən də aqrar məsələlərdə və s. Və təbii ki, Azərbaycandan da münasibətlərdə onlar üçün kifayət qədər bir bazar var və Azərbaycan məhsulları üçün də bir bazar var. Amma bunun üçün sağlam iqtisadi münasibətlər üçün sağlam siyasi münasibətlər olmalıdır və Azərbaycan bu istiqamətdə həmişə bir mənalı şəkildə bir mövqedə olubdur və biz İranı hər zaman özümüzə qonşu, münasibətlərimizin sağlam və normal olmasını arzuladığımız ölkə olub. Təəssüf ki, biz bu cavabı həmişə ala bilməmişik. Amma son illərdə xüsusən də son bir ildə kifayət qədər ciddi dəyişikliklərin şahidi oluruq. Azərbaycan diplomatları, elə Azərbaycan prezidentinin köməkçisinin də vaxtaşırı bir neçə səfəri oldu və bu səfərlər kontekstində də demək olar ki, eyni zamanda İranın rəsmilərinin Azərbaycana gəlişi və ən nəhayət Pezeşkiyanın özünün Azərbaycan səfəri bu kifayət qədər düşünürəm ki, münasibətlərin yenidən qurulmasına, olan qalan əgər əskiklərin aradan çıxmasına xidmət edə bilər. Amma təəssüf ki, buna mane olan insanlar da var və bu iki tipaj bizim üçün həmişə gözümüzün önünə gəlir, formalaşmış bir obrazdır. Onun biri Ermənistanda İranın keçmiş səfiri, mən bilməm, o harda səfiridir, herhalde. O yenə ənənəvi klassik atmaca üslubunda açıqlamalarını verdi və ötən həftədə İranın Xarici İşlər Nazirinin müavini ilə Ermənistan parlamentinin məhz Türkiyə üzrə danışıqlara məsul komissiyanın rəhbərliyi edən Ruben Rubenyanla görüşündə, yəni münasibətlərin yaxşılaşdırmağa doğru gedəndə də mütləq Zəngəzur haqqında heç aidiyyatı olmadan jurnalistlərin sualına cavab verməklə məsələləri qarışdırdı. Və vilayətinin bu dəfəki çıxışı artıq konkret ümidi hər şeydən üzülmüş, o Azərbaycan daxilində müəyyən qüvvələrin olduğunu düşünürdü, İranpərəst qüvvələrin olduğunu düşünürdü və onların bir sözü ilə burada Azərbaycan dövlətini sarsılacağı kimi bir imic yaratmışlar özlərində. Amma gördülər ki, bütün bunlar cəfəngiyyatdır və Azərbaycanda əgər hansısa bir iki nəfər tör-töküntü varsa İranpərəst, bunların da nə siyasi gücü, nə də ki, ümumiyyətlə potensialı yox idi. Və hədəf kimin artıq və yaxud da alət kimin dini məsələni atdılar ortalığa. Əlbəttə, bu da çox absurd görünür. Azərbaycan ilk gündən tolerant ölkə olduğunu deyib və Azərbaycanda o cümlədən yəhudilər, o cümlədən xristianlar, pravoslavlar, katoliklər və yaxud da, nə bilim, digər dünyəvi dinlər və yaxud da heç dünyəvi deyil, bütpərəstdir, yəni özü bilər, yəni nə bilim, başqa bir işlə məşğuldur, ateistdir, özü bilər, onun hər birinin yaşamaq, fəaliyyət göstərmək və qanunvericiliyə zidd olmayan tədbirlər də keçirə bilər. Burada Azərbaycanda xristian bayramları, istər katoliklərin, istər pravoslavların dövlət səviyyəsində az qala qeyd edilir. Ölkə başçısı təbrik edir, vitse-prezident təbrik edir. O cümlədən bu məsələ yəhudi icmasına da aiddir. Və o cümlədən digər dini icmalar da Azərbaycanda çox sərbəst fəaliyyətdədirlər və yəni burada biz təəccüblü və yaxud da təhlükəli Azərbaycan mənəviyyatı üçün, dini inancı üçün, vicdan azadlığına zərər gətirə biləcək və yaxud da mövqelərimizə zərər gətirə biləcək heç nə yoxdur və ola da bilməz.
Amma bunun üzərində manipulyasiya edib Azərbaycanda bir təhlükənin olduğunu söyləmək artıq tamamilə başqa oyunlardan xəbər verir. Faktik olaraq Azərbaycan məsələsində İran iki mövqedədir. Bir, İranın sağalmağını istəyən, münasibətlərin yaxşılaşdırılmasını istəyən İran rəsmiləri var. Bir də hələ də öz klassik irtica fikirlərində qalan adamlar. Sözsüz ki, illər ərzində münasibətlərin korlanması bir gün ərzində düzələ bilməz və bir gün ərzində hamının da fikrini, rəyini dəyişmək olmaz. Bunun üçün də bax lazımdır və biz bu tərəfində anlayırıq. Və sözsüz ki, birdən-birə dünə qədər Azərbaycanın düşmən obrazı yaradan İran rəsmi ideologiyası və yaxud da mətbuatı səhərsi gün hamı açsın, görsün ki, o İran bizim dostumuzdur, təbliğatını da apara bilməz. Üzr istəyirəm, Azərbaycan bizim dostumuzdur, təbliğatını da apara bilməz. Yəni, bu da artıq bir nüfuzdan düşməkdir. Ona görə də bu və digər şəkildə hərdən xatırlatma kimi də qəbul edərdik. Amma əgər bunu vilayəti deməsək, çünki vilayətinin birbaşa funksiyası məhz anti-Azərbaycan olub. Elə Xarici İşlər Naziri işləyəndə də çox təəssüflə deməli ki, Azərbaycanın müstəqilliyinin ilk illəri onun Xarici İşlər Naziri olduğu dövrə aiddir və o dövrdə də biz bütün bunları özlərimizdə hiss elədik. Rəşad Bayramov, politoloq, Həşim Səhrablı, politoloq, Ülviyə Zülfiqar, siyasi şərhçi, Hüsaməddin İnanc, beynəlxalq münasibətlər üzrə ekspert. Xoş gördük sizi. Sizi ona görə dəvət elədim ki, dediyim məsələləri birlikdə müzakirə edək. Azərbaycanın İranla bağlı məramları aydındır və biz daha hansı addımlar atmalıyıq ki, münasibətlər daha da sağlamlaşsın. İlk növbədə iqtisadi maraqları kontekstində hər iki dövlət üçün bu iqtisadi. Və unutmayaq ki, İran prezidentinin çıxış elədiyi məkan da, Ərdəbil də Azərbaycanın bir parçasıdır və bu mənada orada əhalinin sosial vəziyyətinin, iqtisadi vəziyyətinin yaxşı olması bizim bütövlükdə maraqlarımızdadır. Biz istəyirik ki, dünyanın harasında yaşamasından asılı olmayaraq Azərbaycanlıların sosial, maddi və iqtisadi vəziyyətləri yaxşı olsun, təminatı yaxşı olsun və bunun üçün də bizim nəsə eləyə biləcəyimiz bir şey varsa iki qat eləməyə hazırıq. Amma İran da eləmək istəyirmi? Yaxud da bu bəhanədir. İcazə versə Hüsaməddin bəy ilə başlayaq. Hüsaməddin bəy, oradan nə görünür? İranın eləmək istədikləri və planları? Evet, ben öncelikle yani Azerbaycan'ın bağımsızlığının 107. yılını kutlayarak konuşmama başlamak istiyorum. Hüsaməddin bəy, üzr istəyirəm, Azərbaycanın baxımsızlığı yox, Bakının qurtuluş günüdür. Qafqaz İslam ordusu Bakını erməni bolşevik silahlı təcavüzkar ordusundan azad edibdir. Evet, pardon, düzelterek söylüyorum. Ben de tebrik ediyorum ve oradaki hocalarımızı, konuklarımızı da saygıyla selamlıyorum. Şimdi şöyle bakmakta fayda var. Yani gerçekten İran'da olan ilişkilere. İran biliyorsunuz yani uzunca bir dönemdir gerek Türkiye ile gerek Azerbaycan'la ciddi yani sıkıntılı bir dönem yaşıyordu ve sizin de çok güzel yani girişte ifade ettiğiniz gibi iki tane görüşün aslında biz orada çatıştığını görüyoruz. Yani rejimin radikalleri diyebileceğimiz kesimler Türk dünyasıyla iyi ilişkiler kurma konusunda oldukça mesafelilerdi Azerbaycan'la ilgili. Ama diğer taraftan da işte Pezeşkiyan'ın da içinde olduğu daha liberal bir kesim bölge coğrafyasıyla ve Türk dünyasıyla aslında iyi ilişkiler kurma konusunda daha işte aktif veya gönüllü bir resim veya suret çiziyorlar idi. Şimdi dolayısıyla geldiğimiz noktada biliyorsunuz en son İran Orta Doğu coğrafyasından dışlandı. Yani önce Irak'tan dışlandı, sonra işte Suriye'den dışlandı ve sonra proxy dediğimiz o vekil güçleri yani Irak'taki Haçlı Şabi gücünün zayıflatılması, işte Suriye'deki Belediye Tugaylarının zayıflatılması, onun dışında Lübnan'daki Hizbullah'ın gerçekten çok ciddi bir şekilde yara alması artık İran'ın eski emellerinden vazgeçmesine aslında mecbur bıraktı kendisini. Çünkü artık bugün tertemiz noktada Orta Doğu'ya işte bir ahtapot gibi uzanan bir güç olmanın dışına çıkmıştır. Ve özellikle İsrail'le yapılan o 12 günlük savaşın akabinde ciddi bir bölgesel zafiyet içerisinde de jeopolitik zafiyet içerisine de girmiştir. Şimdi öbür taraftan baktığımız zaman Türk dünyası da bilakis tam tersine güçlenmektedir. Yani özellikle Karabağ Savaşı'nın ortaya çıkardığı sinerjiyle Türkiye-Azerbaycan işbirliğinin gelişiyor olması ve ondan sonraki süreçlerde özellikle sizin ifade ettiğiniz gibi
Amerika'nın devreye girmesiyle Nahçıvan'la Azerbaycan anakarası arasındaki birlikteliğin sağlanması ve sonraki gelişmeler gerçekten de İran'ı zor durumda bırakan ve İran'ın jeopolitik emellerini ciddi bir şekilde kısıtlayan gelişmelerdir. Dolayısıyla İran'da aklı başında olan kesim işte tüm bunları bir araya getirerek İran'ın nerede yanlış yaptığını aslında muhasebe etmesini sağlamıştır. Nitekim mesela Pezeşkiyan'ın çok güzel bir açıklaması vardı. Hani biz nerede yanlış yaptık da hani Azerbaycan'ı işte Amerika'ya, başka Batı coğrafyalarına kaptırdık diye bir cümlesi vardı. Şimdi dolayısıyla burada ben Pezeşkiyan'ın ciddi anlamda düşündüğünü ve yani yapılan yanlışların aşağı yukarı farkına vardığını görüyorum. Ve bu aslında muhasebenin yapılması için de çok doğru bir dönemden geçiyoruz. Çünkü özellikle Güney Kafkasya üzerinde belli ki bundan sonraki süreçlerde de Amerika ve Rusya arasında bir rekabet olacak ve İran'ın dostluğu burada veya işbirliği ciddi bir aslında anlam ifade edecek Azerbaycan ve aynı zamanda tabii ki Türkiye için de. Böyle bir dönemde işte mesela artık Azerbaycan'ın yani bir ulus devlet refleksi göstermemesi lazım. Tamam biz biliyoruz İran'ın neredeyse yarısı işte Azerbaycan Türküdür ama kesinlikle işte devletlerin sınırları bellidir veya Azerbaycan işte başka bir devletin toprağında gözü yoktur. İran'ın toprak bütünlüğü konusunda hiçbir yani tartışması da yoktur. Şimdi dolayısıyla hal böyleyken birlikte çalışabilecek aslında alanlar çok genişken arada yani hem kültürel hem siyasi hem ekonomik anlamda ciddi işbirlikleri zemini varken bunları ben değerlendirmesinin İran açısından çok son derece mantıklı olduğunu görüyorum ve İran'da bu anlamda bir politika değişikliğine gitti. Tabii bunu son olarak şunu da ifade etmek istiyorum ki özellikle Mahsa Emini olaylarından sonra rejim gün geçtikçe zayıfladığını hem içeride hem dışarıda güç kaybettiğini fark etti ve Pezeşkiyan'ı burada büyük bir şans olarak görüyor. Çünkü gerçekten yani rejimin devam etmesi isteniyorsa ve yeni oluşan jeopolitik dengeye göre rejimin kendisini güncellemesi icap ediyorsa bunu ancak Pezeşkiyan gibi ılımlı, işte Türk dünyasıyla ilişkilerini düzgün bir şekilde kurabilen ve İran'ın küresel ölçekte yerini doğru bir şekilde aslında ölçüp biçip yerleştirebilen bir devlet yapabilir, bir devlet adamı yapabilirdi. Dolayısıyla ben Pezeşkiyan bu rolünü iyi bir şekilde oynadığını, işte Ahmet Reisi'nin yani başaramadığını bir şekilde tamamlayacak bir ülke olduğunu ve bundan sonra yani Güney Kafkasya'da huzuru, istikrarı sağlayacak bir şekilde adımlar atmaya başlayabileceğini söyleyebilirim doğrusu. Əslində biz də buna ümid edirik və biz də bunu istəyirik. Unutmayaq ki, Azərbaycan-İran münasibətləri yəni çox qədimdən var. Azərbaycan tarixinin ilə İran tarixinin ilk başlanğıc səhifələrində bizim iqtisadi münasibətlərimiz çox yaxşı olub. Dövrlər olubdur ki, Azərbaycan dövlətçiliyinin təbii bayaq siz söylədiniz, o ərazilər Azərbaycan dövlətinin tərkibində olan dövrdə bu aydındır. Amma hətta o zamanda belə Fars bölgələri ilə, Farsların yaşadığı ərazilərinin Azərbaycan əraziləri arasında kommunikasiya, münasibətlər yüksək səviyyədə qurulub. Ən sonuncusu isə, yəni yadımıza gələn, hələ də bu nəsillər Azərbaycanda yaşayır. Bakıdakı neft bumu dövründə İrandan bir çox sənayedə işləmək üçün insanların gəlib köçməsi, yəni söhbət Azərbaycanlılardan gedir, Azərbaycan türklərindən gedir. Onların köçü və burada məskunlaşması da elə belə deyildi. Onların da gedəcək yeri elə burada, Azərbaycandır. Sözsüz ki, biz də bu münasibətlərin yaxşılaşmasını həm də bu kontekstdə istəyirik ki, onlar öz vətənlərində özlərini yaxşı və imkanlı ən azından sosial cəhətdən təminatlı görə bilsinlər. Və bunun üçün də iqtisadi münasibətlər önəmlidir. Və Zəngəzur dəhlizinin özü də Azərbaycan prezidenti dediyi kimi təkcə Ermənistana yox, İrana da çox böyük imkanlar yaradacaq. Amma İranda bunu necə qiymətləndirirlər? Burada da bir ziddiyyətlər var. Əslində İran prezidenti və hətta İranın nəqliyyat nazirinin qiymətləndirilməsi kifayət qədər ağıllı və pragmatikdir. Hətta planlar da bunun əsasında qurulur. Amma təəssüf ki, o bir məsəl ki var, deyir, tutduğunu buraxmayan adamlar var orada. Onlar heç cür istəmirlər ki, bu reallaşsın. Bunun da səbəbini indi araşdıracaq. Amma Rəşad, mənim çox maraqlı bir açıqlama gəldi Ermənistanın baş naziri Nikol Paşinyandan. Mən düşünürəm, bilmirəm, bunu düşünəkmi bu ətrafda, ümumiyyətlə müzakirəyə ehtiyac varmı? Əslində adam həqiqəti deyib, amma Ermənistanda bunu demək necə səslənəcək və yaxud da hələ reaksiyalar maraqlıdır. Belə bir açıqlaması var ki, Ermənistana ordu lazım deyil.
ordu nə qədər güclü olursa olsun, o yenə də Azərbaycan ordusunu, üstəlik güclü müttəfiqləri olan Azərbaycan ordusunu üstəliyə bilməz. Mən belə başa düşdüm ki, Ermənistan dövləti üçün ordu yalnız Azərbaycanla müharibə aparmaq üçün lazım imiş da, başqa heç bir məqsəd yox imiş. Mən belə, yəni mən yox, bu Paşinyan belə deyir də. Burada yəni bu gün Paşinyan açıq şəkildə bilirik ki, bir neçə artıq aydır ki, növbəti il dövlət büdcəsində müdafiə xərclərinin azaldılması istiqamətində konkret təkliflərlə çıxış eləyir. Sonra əskərlik müddətinin azaldılması, 2 ildən il yarıma endirilməsi, bu aradasa kontingentə 5000 səfirməmsə əskərin azalması demək olacaqdır. Və təbii ki, bunu xüsusən də seçki dövründə Paşinyan əleyhinə bir təbliğat vasitəsinə çevirənlər var. Halbuki Paşinyan kifayət qədər normal, yəni həqiqətən də büdcənin böyük bir hissəsinin müdafiə xərclərinə xərclənməsi, müdafiə xərclərinə cəlb olunması, maliyyə yükünün artması və s. indiki Ermənistan üçün heç də sərfəli bir şey deyil. Yəni, baxın da, məsələn, 2 il, 3 il bundan qabağa qədər rahat şəkildə bu maliyyəni ayırmaq mümkün olurdu. Təkcə ilə Rusiya ilə ticarət dövriyyəsi 12 milyard idi və nəticə etibarilə bu və digər şəkildə orduya əlavə belə deyək, maliyyənin ayrılması, müdafiə xərclərinin artırılması istiqamətində addımlar atmaq olurdu. Amma bu il ərzində təkcə Rusiya ilə ticarət dövriyyəsi 50% azalan bir ölkə üçün bu qədər əlavə maliyyə xərcləyib, belə deyək, lazımsız yerə doğrudan da bu maliyyəni xərcləmək effektli bir şey deyil. Nəzərə alaq ki, bu günləri Ermənistana qonşularla onsuz da yəni nə qədər güclü ordu yaradırsan, yarat. Sabahları sən İranla bir problemin yaranacaqsa, İran ordusu ilə başa gələcək həddə sən ordunu belə deyək, gücləndirə və yaxud da artıra bilməyəsən. Türkiyə ilə hər hansı bir problem yaranacaqsa, yenə ordun nə qədər güclü olur olsun, heç nə verməyəcək. Və Azərbaycanla müqayisədə də sənin ayıracağın maliyyə vəsaiti ilə Azərbaycanın ayıracağı maliyyə vəsaiti arasında 3 dəfə, 4 dəfə bəlkə də daha çox fərq var. Yəni, nəticə etibarilə sən onsuz da bunu təmin edə bilməyəsən deyənə əlavə bir yükə də ehtiyac yoxdur. O baxımdan əslində Paşinyan haqlıdır və normal... Üzr istəyirəm, yox, haqlıdır deyirsiniz, amma bir məqam var. Bu, hər halda baş nazir deyir də, bunu adi bir sıradan adam da demir, bunu heç siyasətçi də bu cür deməz. Adam deyə bilər ki, biz müdafiə xərclərini siz izah elədiyiniz kimi, yəni ölkənin bir müdafiə olunmaq haqqı var. Amma adamın dediyi müharibə aparmaq, faktik olaraq Azərbaycanla müharibə aparmaq, onun ərazi iddiası, işğal və s. bu deməkdir. Yoxsa niyə durduğu yerdə? Yəni, müdafiə üçün demir bu sözləri. Yəni, müdafiə ordusu deyildi Ermənistan ordusu. Alınan silahlar da müdafiə silahları deyildi. Son bir ildə, il yarımda alınanlar. Tamamilə əminəm ki, biz Paşinyanın bu məsələ ilə bağlı verdiyi açıqlamanı tam oxuyanda mən dediyim fikirlərdə orada öz açısını tapacaq. Ola bilər, deyirsiniz kontekstdən çıxarılır, bu şəkildə təqdim olunur və nəticə etibarilə də Paşinyan əleyhinə təbliğat kampaniyasında istifadə olunur. O baxımdan... Razıyam. Çünki ola bilər, çünki seçki qabağı bəli... Təhlükəsizlik baxımına nəzərdə tutub ki, əgər ordu təhlükəsizliyi təmin edirsə... Həm də seçki qabağı, onsa artıq Ermənistanda seçki prosesi başlayıb, təbliğat işi də başlayıb, əks təbliğat da başlayıb. Amma ola bilər ki, Paşinyan da bir fərqli gediş gedir. Ən sərt və ən ağla gəlməz bəyanatları verməklə həm bütün potensialı, rəqib tərəfin potensialını, gücünü, küçəyə nə qədər adam çıxarda bilər, mətbuatdan neyniyə bilər və s. onu görmək istəyir. Həm də əlbəttə ki, yəni ondan sonra səslənəcək bütün istənilən fikir onun fonunda aparılır. Bu bəyanatı seçkiyə 5 gün, 6 gün qalmış versəydi, bunun əks təbliğatı seçkiyə birbaşa təsir edəcək. Bu gün amma nə qədər əks təbliğat olsa da bunu neytrallaşdırmağı bacaracaq seçkiyə. Mən elə gəlir ki, texnoloqları, Paşinyanın xaricdən gələn texnoloqları, yəqin ki, onlar da Soros uşaqları olar da, çox gümankoran uşaqları olar. Hər halda onlar çox yaxşı işləyirlər və bunu etiraf eləmək lazımdır ki, ümumiyyətlə Paşinyanın ilk gündən imicinin yaranması və ümumiyyətlə onun hərəkətləri və s. tənzimlənməsi, çıxışlarına belə sözsüz ki, nəzarət olunur. Bilmirəm, bu necə əməl edir, eləmir, o başqa məsələdir, amma bütün bu PR məsələlərində də çox güclüdür. Amma Ermənistandakı vəziyyəti biz ola bilər yenə müzakirə eləyək. Sözsüz ki, mövzumuz İrandır. Çünki bugün hətta Ermənistan indi öz hissəsinə Trump adlandırır, nə adlandırır, fərqi yoxdur. Haradasa bir münasibətlərin dəyişməsi üçün cəhd eləyirsə belə,
Amma Zəngəzur dəhlizinin dəhliz olmadığını İranın da Ermənistandakı keçmiş səfiri söyləyib. Bu özü də maraqlıdır, niyə belədir və biz indi bu ətrafda da danışacağıq, amma reklamdan sonra. Aktual gündəm davam edir və Ülviyə xanımla danışaq. Ülviyə xanım, sizcə ümumiyyətlə İran daxilində bu fikir ayrılıqları bizim əməkdaşlığımıza mane ola bilərmi? Yoxsa artıq mən düşünürəm ki, çox böyük işlər görüldü son bir ildən çox da biznes forumun keçirilməsi, yeni layihələr ətrafında. Amma buna mane olmaq istəyənlər var. Bilmirəm bunların məqsədi nədir əslində. İran xalqını düşünən, İranın sosial vəziyyətini düşünən adam bunu eləməz. Bu aydındır. Amma sizcə bu iki tərəflik və yaxud da iki qüvvə arasında mübarizə gedir. Kim qalib gələcəkdir İran daxilində? İran daxilində bəli, bu sistem daxili bir mübarizədir. Yəni sistemdən kənar bir mübarizə deyil. Sistemin içərisində Molla rejimi, daha sonra legitim yolla seçilən prezident və s. Azərbaycan dövlət başçısı da bildirmişdi ki, biz birbaşa İran prezidenti ilə, yəni legitim prezidentlə çalışırıq və onun mövqeyi də bizim üçün əsasdır, önəmlidir. Bu baxımdan necə ki, indiyə qədər bu Zəngəzur dəhlizi və yaxud başqa regiondakı proseslərlə bağlı Molla rejiminin səsləndirdiyi fikirlərin bəyanatdan o yana getmədiyi və yaxud hansısa bir nailiyyətə özləri üçün belə desək, nailiyyət əldə edə bilmədikləri kimi düşünürəm ki, bundan sonra da hansısa bir istiqamətdə maneçilik törədilməyəcək. Daha çox yəni münasibətlərdə yaxınlıq müşahidə olunur. İran prezidenti Azərbaycana səfərləri, işğaldan azad olmuş ərazilərimizə gəlişi və s. Yəni münasibətlərin bu istiqamətdə daha da istiləşməsini görürük. Ona görə də mən Molla rejiminin hansısa üzvlərinin verdiyi bəyanatların bizim İran rəhbərliyinin münasibətlərində təsir göstərməyəcəyini düşünürəm. Amma Molla rejiminin bu bəyanatları ümumiyyətlə sərt mövqeləri İranın özünün daxilindəki proseslərə təsir edəcəyini düşünürəm. Çünki 21-ci əsrdə süni intellektin mövcud olduğu, bu qədər inkişafın olduğu bir dövrdə insanları köhnə radikal hansısa tezislərlə, köhnə radikal fikirlərlə daha nə qədər idarə etmək olar deyə düşünürəm. Ona görə də istənilən halda köhnə fikirlər köhnə dövrlərdə də qalmağa məcburdur, məhkumdur. Ona görə də düşünürəm ki, İranda daha yumşaq, daha liberal mövqe üstünlük təşkil edəcək və ən azından buna ümid edirik. Bayaq səsləndirilən məsələ ilə bağlı bir əlavəm var idi icazənizlə. Nikol Paşinyanın çıxışı ilə bağlı çıxışında mən oxumuşdum onun səhifəsindən. Qeyd olunurdu ki, ordu əgər ölkənin təhlükəsizliyində birinci yerdədirsə, demək biz təhlükədəyik. Yəni təhlükəsizliyimiz yoxdur. Bununla da bir növ öz cəmiyyətinə sanki mesaj ötürür ki, biz orduya öz taleyimizi etibar etməməliyik. Yəni bu deməkdir ki, biz hücum formasında yaşayırıq. Hücumla, yəni başqa ölkənin ərazisini işğal etməkdə öz incətliyimizi görürük. Təhlükəsizliyin bərpasında ordu 3-cü, 4-cü, 5-ci yerdə olmalıdır. Təhlükəsizlik, diplomatik jestlər və s. Düşünürəm ki, bununla sülhə bir növ cəmiyyətini hazırlamış ola bilər.
Bir açıqlaması da var. Deyir, bizim işimiz ondan ibarət deyil ki, biz təhlükəsizlik və sülh şəraiti yaradıb, sonra 10 ildən sonra yenidən partlayış yaradıb, baxın, yəni münaqişə üçün əsas olsun. Bizim məqsədimiz odur ki, bugün verilən qərarlar daimi olsun və regionun ən azı sülhdə olsun. Yəni bunu erməni eləməlidir də, partlayan da ermənidir, münaqişəni yaradan da ermənidir, nə bilim, öz-özündən xoflanan da ermənidir. Biz yəqin ki, o videonu gördünüz də, bir neçə ay öncə Baku TV-yə müsahibə verən erməni ki, mən özüm Azərbaycanlı sayıram və mən burada yaşayıram, dünən əlinə silah alıb və nələr törədibdir. Yəni onu bilmirəm, gecə yuxusuna Tigran gəlib, yəqin böyük Tigran gəlibdir və ona deyib ki, sən də Fatih ola bilərsən, ona görə belə qərara gəlibdir. Əks halda, yəni ağlı başındadırsa bunu niyə eləsin? Yaxud da ki, bilmirəm, yəni mən düşünmürəm ki, bu təsadüfdür. Əlbəttə ki, bunu da araşdıracaq bizim müvafiq qurumlarımız. Amma bütün onlarda bir faktdır və bu faktın özü də göstərir ki, hələ də erməni cəmiyyətində, erməni ictimaiyyətində revanşizmmi deyək və yaxud da erməni natsizmi, faşizmmi deyək, qalır və onu təmizləmək üçün uzun müddət vaxt lazımdır. Mən düşünürəm ki, türk serialları onun köməyinə gələr. Erməni dilinə tərcümə versələr, münasibətlər yaranır. O, Ermənistan cəmiyyətinin sağalmasına xidmət edə bilər. Çünki Rusiyada artıq bu çox ciddi populyarlıq qazanıb və çox böyük təsiri var beyinlərə. Mən düşünürəm ki, Ermənistana da təsir edə bilər. Amma situasiya, İrandakı situasiyanı biz çox az bilirik. Qapalıdır. Yəni, bir çox mənalarda əldə olan informasiyalar da hələ nə dərəcədə dürüstdür və yaxud da həqiqətə uyğundur, onu da bilmirik. Mənim də rastıma gəlir ki, halinin sosial vəziyyəti çox pisdir. İşıq sönmələri ucbatından insanlar çox böyük zərərlər görürlər. Ümumiyyətlə, biznes, özəl sektorda çox böyük çöküş var bununla bağlı, sırf bununla bağlı hələ. Mən digər məsələləri demirəm ki, tümənin fantastik həddə dollar qarşısında ucuzlaşması və biraz da sanksiyaların şiddətlənəcəyi təqdirdə və yaxud da ümumiyyətlə münasibətlərin bir dalana direnəcəyi təqdirdə daha pis nəticələr ola bilər. Yəni, mənə elə gəlir ki, İran prezidenti həm də bu vəziyyətdən çıxış yolları axtarır. Nə dərəcədə nail ola bilir? Buyurun. Açıqcası, İrandakı indi bu baş verən daxili çəkişmələrə biz son 1 ilin, 5 ilin və yaxud da ki, son 10 ilin nəticəsi kimi yanaşmalı deyilik. Bu səhv yanaşmaya gətirib çıxarar. Ona görə ki, hadisələr başlayır 79-cu il inqilabından. O dövrdə artıq Qərblə, xüsusən Amerika Birləşmiş Ştatları ilə yaxın münasibətlər içərisində olan bir iqtidar var. Neft satır, qaz satır, milyonlar qazanır. Bu milyonları sosial rifah üçün müəyyən hissəsini xərcləyirlər və İranda həqiqətən də bir ciddi iqtisadi inkişaf mərhələsi başlayırdı. Baxmayaraq ki, o dövrdə soyuq müharibə gedirdi və Qərblə SSR bloku qarşı-qarşıya gəlmişdi. Amma Molla rejimi qurulduqdan sonra necə oldu ki, qısa bir zamanda bütün bu iqtisadi şaxələnmələr hamısı kəsildi və İranda bir çöküş rejimi demək mümkündürsə başladı. Hətta təzad oradadır ki, həmin bu Molla rejimi də biz qaynaqlara baxanda, dünya mətbuatından oxuyanda, dünya ekspertlərini oxuyanda görürük ki, uzaqda yetişməyib. Fransada, Parisdə yetişmişdilər və onlar məhz Fransa təyyarəsi ilə gəlmişdilər İrana. Deməli ki, İranın bugünkü vəziyyətini formalaşdıran bir beynəlxalq situasiya da var və bu situasiyadan baxanda biz İranın əslində o iqtisadi imkanları ki vardı, potensialı ki vardı, onun qarşısının alınmasının içərdən təşkilini görürük. Yəni, Molla rejimi əslində İranı sanksiyalara məruz qoymaqla, dünya ilə sərhədləməklə həm də özlərinin iqtisadi inkişaflarını ləngitdilər və bugün İran Çindən asılı vəziyyətə düşüb. Yadınızdadırsa, bir neçə il əvvəl ərazilərin bir hissəsini Çinə ucuz qiymətə kirayə verdilər. Öz ixrac potensiallarını, yəni burada enerjidən əsas söhbət gedir, Çinə ucuz qiymətə satırlar. Mən sizə bir şey deyim, bütün bunlar olmasaydı da belə, Çin regiona çox ciddi və hər bir dövləti həvəsləndirəcək səviyyədə təkliflərlə çıxış eləyir və yaxşı, indi siz deyirsiniz bu münaqişə və s. var idi.
Afrika ölkələri niyə bu qədər meyl edir Çinə və yaxud da Latin Amerikası ölkələri? Onun üçün verdiyi təklif və siyasi proseslərə müdaxilə eləməməsi, yəni fərqli bir mövqe göstərməsi Avropa İttifaqından və s. fərqli olaraq və heç nəyi diktə eləməməsi dövlətlərin xoşuna gəlir və işləmək istəyirlər. O başqa məsələdir ki, sabah necə olacaqdır, hər şey necə inkişaf edəcək. Pekindəki hərbi parad da elə belə deyildi. İndi biz ilk baxışdan belə görünür ki, bizim də bu silahımız var və biz lazım olsa dünyanın başına ağrılar verə bilərik, amma biz bunu eləmək niyyətində deyilik kimi oxuna bilər. Amma digər tərəfdən başqa cür də oxuna bilər ki, artıq yetər. Yəni yumşaq gücdən biz daha sərt gücə keçirik. Bəli, ora doğru gəlirdim icazənizlə. Bəli, əlbəttə, buyurun. Deməli, İran rejiminin ən böyük etdiyi səhv nə idi? Bugün yeni dünya düzənindən danışırıq biz, yeni formalaşır və önümüzə nə çıxır? Tərəfdaşlıqlar dünyası. Çox qütüblü dünya formalaşacaq, bir güc mərkəzi şərqdə, biri qərbdə, biri Afrikada, biri Cənubi Amerikada, biri elə Rusiyanın özü olacaq. Böyük ehtimal artıq o Ukraynada məğlub edilməzsə. Bu fonda kimin tərəfdaşları çox olacaqsa, onlar daha güclü olacaqlar. İran burada səhv eləyib. O şərqlə tərəfdaşdır, mən razıyam. Amma Qərb kimi böyük bir potensialı da itirib axı. Şərqlə yəni Çinlə, Rusiya ilə tərəfdaşdır. Amma digər ölkələrlə çox pis münasibətləri var. Hindistanla da müəyyən qədər əlaqələri var. Təbii, amma ərəb ölkələri ki, hansı ki daha çox şeylər eləyə bilərdilər, bax onun hamısında sorun var. Ona görə də indi İran öz içində bu səhvlərini düzəltməyə çalışır. Pezeşkiyanın hakimiyyətinə yaşıl işıq yandıran kimdir? Despot bir rejimdə demokrat və yaxud da biraz daha reformçı birisi önə çıxa bilərdimi? Əgər ona yaşıl işıq yandırılmasaydı ən yüksək səviyyədə, mən düşünürəm ki, bu ola bilməzdi. Və ya necə ola bilərdi? Paşinyan kimi xalqı küçələrə çıxarardı birinci, inqilab olardı və o inqilab onu gətirərdi. Yəni sizin versiyanız budur ki, Pezeşkiyan İranı dəyişmək istəyən klassiklərin bir layihəsidir. Bəli, bəli. Və sonda bu çıxışlar nəyə yönəlibdir? Hansı çıxışlar? Məsələn, vilayətin çıxışı. Vilayətdə isə Sepahı təmsil edir. Dolayısıyla birbaşa ali dini rəhbərin sözünü deməklə bir növ ön plana çıxmaqdadır. Mənə elə gəlir ki, İran hakimiyyəti indi yeni dünya düzəninin formalaşdığı ana qədər ikili standart oynayır. Yəni, əgər yeni dünya düzəni formalaşanda Çin, Rusiya daha üstün olacaqsa, onlar qayıdacaqlar ənənəvi siyasətlərinə. Yenə də Qərbə meydan oxuyacaqlar, yenə də öz siyasi, yəni ənənəvi siyasi xətlərindən davam eləyəcəklər. Yox, əgər ya bərabər hüquqlu dünya formalaşsa, bütün güclər nisbəti eyni olsa, ya da artıq Qərb bloku yenə də yeni dünya düzənində də əsas güc mərkəzi kimi çıxış olsa, onda Pezeşkiyanı irəli verəcəklər və deyəcəklər ki, biz əslində artıq, nə bilim, 4 il əvvəl, 5 il əvvəl, 10 il əvvəl bu addımlara başlamışdıq. İçəridə irtica qüvvələri var idi. O zaman artıq biz görəcəyik ki, Sepahın da gücü azaldılacaq və reformçulara üstünlük veriləcək. Çünki bayaq qeyd etdiyim kimi, yeni dünyada sən güclə heç nə eləyə bilməyəcəksən. Sənin nə qədər tərəfdaşın olacaqsa, bax sən onunla güclə bəzi şeylər həll eləmək olur. Və tərəfdaş da onda çoxalır yeri gəlmişkən. Gücsüzün tərəfdaşı heç vaxt heç kim ola bilməz. Gücsüzün üzərinə hegemonluq eləmək istəyənlər çoxalır. Yox, əlbəttə. Yəni İran ordusunu tamamilə ləğv eləyəcək demirəm. Amma Sepahdakı o siyasi güc əhəmiyyətli dərəcədə azaldıla bilər. İkinci versiya olarsa, yəni Qərb daha güclü çıxarsa, yenə Pezeşkiyan kartı da məhz buna hesablanır. İran özünü, belə deyək də, ikili oyuna salmaqla əslində hər şey eyni mərkəzdən idarə olunur. Bizdə, bilirsiniz, İranla yanaşmada bəzən biz səhvlərə yol veririk. Hansı məsələdə? İran coğrafi olaraq min illərin dövlətidir. Yəni min il ərzində orada bir türk dövlətçiliyi var idi. Bu ənənə nə qədər aradan qalxıb? Hakimiyyətin farsların əlinə keçməsi o demək deyil ki, min illik dövlət təcrübəsi orada itdi. Və biz tarixə nəzər salanda nə ilə qarşılaşırıq? Xaoslardan, qarşı durmalardan, vətəndaş müharibələrindən bütün dövlətlər zərərli çıxıb, 3 dövlətdən başqa. Rusiya imperiyası, Fransa və İran. Nə zaman ki, bunların daxilində vətəndaş müharibələr, çaxnaşmalar
olub, onlar o proseslərdən daha güclü çıxıblar. Yəni Lenin hakimiyyətə gələndə hamı elə bilirdi ki, artıq Çar Rusiyası Rusiyasında imperiya mövcud olub həmin dövrdə dağılıb, yəni o qədər güclü çıxdıqlarını mən Yəni o nəyə güclü idi? yəni imperiyalar olub, dağılıb, onlar Brest-Litovsk müqaviləsinə qol çəkən Lenin olubdu da. Gücü olsaydı ona niyə qol çəkir? Bilirsiniz, axı sonraki 3 ildən mərhələdə artıq 4 il davam edən vətəndaş müharibəsi. Yəni bu nə qədər insan ölümü və s. gəlin strateji yanaşaq. Yəni anlıq məğlubiyyətlər, o anlıq daha inkişaf etmiş deyə. Yəni sonradan SSR-nin yaranması və yaxud Fransada inqilabdan sonra hamı düşünürdü ki, kral getdi, artıq ölkə məhv olacaq, amma yeni gələnlər bütün dünya siyasətini dəyişəcək bir rejim qurdular və siz 1792-ni deyirsiniz. 89 inqilab. 89. Amma 92-də onlar yıxıldı, Yakobinlər diktaturası hamısı edam olundu, məsələ də bitdi. Və sonra Napoleonla yetişdi, yəni Napoleonla nəticələndi. Sonra Napoleonla oldu. Yəni bilirsiniz, bu gətirdiyiniz analogiyalar birincisi oxşatma düzlüyündür. İncimiyim mən bu sözümü. Çünki Fransa tamam başqa bir cəmiyyətdir. İran tarixən başqa cür formalaşmış cəmiyyətdir və oradan bu progresiv bir cəhətləri görmək hər halda inqilabdan sonra İran ilk işi oldu ki, İraqla müharibə elədi. 10 il əsassız bir müharibə davam elədi. Doğrudurmu? Müharibədən sonra qonşularla münasibətləri yeni bir müstəvidə qorumaq imkanı var idi. Bunu da itirdi. Və bugün də o şans yaranıbdır. Elə Türkiyə ilə də, Azərbaycanla da münasibətləri normal səviyyəyə gəldirmək, onun üçün də bir cəhdlər edilmir. Mən hələ demirəm ki, Əfqanistanla nədir problemləri? Bilirsiniz, baxın, İran kimi dövlət axı birdən-birə düşmən faktorunu dəyişə bilməz. Yəni, mənim demək istədiyim nədir? İnqilablardan sonra despotizm yaransa da və yaxud da mülayim reformist hərəkatlar meydana gəlsə də, bu imperiyalar özlərini qoruyub saxlayıblar və hətta zaman-zaman daha da gücləniblər. Bu tarixi reallıqlardır, biz bunu dəyişə bilmərik və yaxud da ki, belə deyək, bugün İran daha güclü olacaq da deyə bilmərik və yaxud da ki, parçalanacaq da deyə bilmərik. Proses necə gedəcəksə, biz o prosesin içində artıq görəcəyik ki, bunun nəticəsi necə olacaq. Amma İranın bugünkü siyasətində biz ənənəvi yanaşmanı da görürük, bayaq qeyd etdiyim kimi, yeni reformist... Kim qalib gələcək? Bu, Amerika və Çin mübarizəsinin nəticəsindən asılı olacaq. Yəni, əgər Çin üstələsə... O zaman köhnə təfəkkür, yəni ənənəvi siyasət qalib gələcək. Yaxşı, o köhnə təfəkkür nə verəcək İrana, əhalisinə, iqtisadiyyatına və yaxud da beynəlxalq münasibətlərinə? Bütün hallarda Amerikanın gücü ki, zəifləməyəcək. Nə olsun ki, tutaq ki, iqtisadi müharibələrdə Amerika uduzlama, Amerika Amerikadır. İndi burada bizim diqqət etməli olduğumuz əsas nüans, siz bunu aydın biri kimi görə bilirsiniz ki, İran bu despot rejimdən əslində zərər çəkir. İranda isə onlar məsələyə bu nöqtədən yanaşmırlar. Onlar imperiyanı və ya bugünkü rejimi qorumaq nöqtəsindən yanaşırlar məsələyə. Və onlar anlayırlar ki, bayaq Ülviyə xanım da yaxşı qeyd elədi, dövləti ayaqda saxlamağın bir dənə yolu hərbi güc deyil. Sən iqtisadiyyatını sağlam təməllər üzərində qurmalısan, sən diplomatiyanı sağlam təməllər üzərində qurmalısan, sən təhlükəsizliyini tək hərbi yox, digər metodlara dayanaraq da inkişaf etdirməlisən və onda sən güclü dövlət olursan. Amerikanın Çinə rəqabətdə, iqtisadi rəqabətdə, sosial-mədəni rəqabətdə, yəni dünya təsiri baxımından itirməsi, onun hərbi gücünün qalması fonunda belə digər bölgələrdəki proseslərə təsir etməyəcək. Yəni, burada artıq Çinin mərkəz olduğu... Bir sual verim, Həşiməm. Yəni, bunlar... sadə bir məntiq çıxır. Əgər doğrudan da hər şey belədirsə, İranda hər şey Çinə hesablanıbsa, siz dediyiniz qüvvələr də, əgər Çin qalib gələrsə Amerika ilə iqtisadi savaşda məhz bu kontekstdə çıxış edirlərsə, o zaman Zəngəzur layihəsinin baş tutması Çinə lazımdır da birinci növbədə. Onda niyə buna qarşı çıxırlar? Orada artıq biz gələcəyik Azərbaycan-İran münasibətlərinə icazəniz varsa. Bax, burada maraqlı nüanslar var da, yəni ortaya çıxan nüanslar var ki, mən bu əgər Çinə görədirsə, İran niyə belə eləsin ki? Əslində onun da haqlı səbəb var. Çünki İran alternativ marşrut təklif edir, bilirsiniz, yəqin bir kəmər bir yol üçün. Sadəcə onun başını istəyən yoxdur. Bu biri tərəfini istəyən ola bilər, amma o biri tərəfini istəyən yoxdur. Alıcılar və Avropa tutaq ki, bazarı istəmir o yolu.
ona görə də İran tərəfi indi israrla çalışır ki, buranı da qapatsın ki, başqa seçim qalmasın. Baxın, şimal sərhəddində nə var? Rusiyanın despot, bəli, bütün yollar bağlanıb, o yolların açılması... Müharibə var, Ukraynada müharibə var. Yox, müharibə bitəndən sonra da o yollar açılacaqmı? Hələ sual altındadır. Yox, açılmanı açılacaq. Nə dərəcədə artıq Avropa Rusiyaya güvənəcək? O başqa məsələdir. Burada güvəndən getmir söhbət. Burada sırf nəqliyyatdan gedir, dəhlizdən gedir. Heç istəyir güvənsin, istəyir güvənməsin. Müharibə gedə-gedə belə Ukraynada Rusiya ilə çox Asad ticari əlaqələr qurur Avropa və davamlı elətdirir. Yeni həddə layihələr edir. Amma strateji muxtariyyət baxımından Avropa mən düşünmürəm ki, bir də eyni səhv eləyər və enerji asılılığını bir mənalı olaraq Rusiyada saxlayır. Alternativlər düşünəcəklər və bu alternativlərdən ən barizi orta dəhlizdir, şərq-qərb marşrutunda. İran da ona görə çalışır ki, bu dəhlizi nə var, nə yox, necə edilir etsin, fərqi yoxdur, bloklasın ki, bir alternativ qalsın geriyə, o da İran marşrutu. Onda Avropa özü nə dərəcədə realdır bu? Real deyil. Ora gəlirəm mən. Niyə real deyil? Çünki bunun üçün birinci növbədə İranın öz içində yenilənməyə ehtiyacı var. Yəni sən beynəlxalq münasibətlərdə daxildə etdiyin... Yox, birinci dəqiqə beynəlxalq münasibətlər hələ məsələnin bir tərəfi və vacib tərəfidir. Buna heç bir şübhəmiz yoxdur. Amma sadə bir sual verim. O siz dediyiniz orta dəhliz İrandan keçəcəyi təqdirdə o yolun düzəlməsinə nə qədər vəsait lazımdır? O vəsaiti kim tapıb verəcək? Bir. İkincisi, bunu İran heç bu boyda Rəşdin bu boyda hissəsini düzəldə bilmir də, neçə illərdir. 128 kilometr. Neçə kilometr? 128. Hə. Bu indi əgər orta siz dediyiniz o yol neçə 100 kilometr yenidən tikilməlidir. Kim tikəcək bunun üçün? Əgər Avropanı razı sala bilərlərsə, investor əlbəttə tapılacaq. Bax, məsələ odur ki... İrana təzdən Avropadan kimsə investisiya qoyarmı? Onu etmək üçün İran öz içindən dəyişməlidir. Necə dəyişməlidir? Bayaq nəyi demək istəyirdim? Beynəlxalq münasibətlərdə sən öz içində necə idarə olunursansa, onu dünyaya yansıda bilmərsən. Yəni sən despot idarə olunursan, durub Avropa ilə də despot şərtlərlə yaxınlaşa qoyma bilmərsən və ya onlara despot şərtlər qoya bilmərsən ki, yol mütləq buradan keçməlidir, mən bu qədər vergi istəyirəm, yoxsa bu yolu bağlayaram, yoxsa bu... Bax, ona görə Pezeşkiyan variantı indi İranda ön plandadır, amma Pezeşkiyana da irtica qüvvələri gördüyümüz kimi mane olurlar və ya Azərbaycanla münasibətlərdə elə Pezeşkiyanın önünə çəkilən sədlər də bunun bir tərkib hissəsidir. Siz doğrudan mı elə düşünürsünüz ki, bu müqavimət üçündür? Bəlkə bu özü də bir haradasa bazarlıq üçün məqamlardır. Görüntü xətrinə də ola bilər ki, yəni, biz... Çünki Pezeşkiyan bütün hallarda o qədər də müstəqil deyil ki, və o vəzifə də elə bir səlahiyyət deyil ki, nə istəyirəm eləyəm və lazımdırsa müəyyən dairələrin əleyhinə çıxan. Bu ona da oxşamır. Bəlkə bazarlıq üçün bir, yəni Amerika ilə də bazarlıq, Çin ilə də bazarlıq. Onsuz da var. Yəni biz Zəngəzur koridoru açılsa belə, yadınızdadırsa, İrandan keçən yolların da təməli, yəni yeni yollar, bəli, təməli qoyulub. Biz onu bazarlıq üçün yox, biz onu həmişə istəmişik. Çünki Culfadan tarixən İrana dəmir yolu olubdur. Və düşünürəm ki, elə Azərbaycan üçün də, Rusiya üçün də İran dəmir yolu onsuz da tikə bilmirlər Rəşdi. Elə hazır hər bir şey var. Bu mənada Araz yolu çox yaxşı funksionallıqla bu məsələyə kömək edə bilər. Məsələn, biz bu tərəfini həm də öz faydamız üçün eləyirik. Hə, onu demək istəyirəm. Yəni, İranın burada istədiyi əslində strateji üstünlüyə ələ alınmaqdır. Yəni, daha çox qazanım məsələsi deyil. Təbii ki, iqtisadi baxımdan daha çox qazanmaq sənə iqtisadi dividendlər verir, amma strateji olaraq əsas üstün olan kim olacaq? Bax, İran indi Azərbaycanla onun mübarizəsini aparır. Əgər orta dəhliz işə düşərsə, strateji üstünlüyü Azərbaycanda olacaq və Azərbaycanla niyə mübarizə aparır? Orta dəhlizi biz yox, bizdən də istəyən ölkələr var. Onlarla elə dostu Çinlə mübarizə aparsın. Bu, bilirsiniz nəyə bənzəyir? Məsələn, Trump marşrutu deyək də dəhlizin Ermənistandan keçən hissəsində niyə hamı Ermənistanın üstünə düşdü? Və ya çünki oradan keçirdi. Kim düşdü? Məsələn, elə orada da Azərbaycanın üstünə düşdülər. Elə həmən İranda, Rusiyada və s. Zəngəzur dəhlizində. Amerikanı niyə gətirdin deyənlər də onlar oldu. Pezeşkiyanın ümumiyyətlə, çox üzr istəyirəm, Pezeşkiyanın ümumiyyətlə qeyd etdiyiniz kimi o hansısa bir İranın, nə bilim, yenilik eləyəcək, müasir dünyaya uzlaşmaya çalışacaq, yox, icazənizlə, mən buna bu istiqamətdən baxardım ki, Pezeşkiyan, bəli, görüntü üçün irəli sürülmüş ola bilər. İran daxilindəki qüvvələr sanki biz də müasirləşirik, biz də müasirləşməyə yaxşı baxırıq kimi bir görüntü olaraq irəli sürülə bilər.
bilər, bir variant olaraq irəli sürülə bilər. Amma bu demək deyil ki, İran tərəfi gözləyir ki, görüm hansı tərəf qalib gələcək, hansı tərəf qalib gəlməyəcək və yaxud da ki, bütün siyasətini Çinin üzərində qursun deyə düşünmürəm. Təbii ki, ilk növbədə öz milli maraqlarını irəli çəkəcək və milli maraqları da hal-hazırda Molla rejimi orada üstünlük təşkil etdiyinə görə köhnə fikirlərin, radikalizmin üzərində cəmləşib və onların bütün istəkləri bu dəqiqə imperiyanı dağıtmamaq, bu gücü əllərində saxlamaqdır. Və istər regionda, istərsə başqa ölkələrlə münasibətlər, o cümlədən Rusiya faktorunda nəzərdən qaçırılmaq lazımdır. Bu şəhər atom elektrik stansiyasına görə Rusiya ilə münasibətləri hələ də güclü olaraq davam etməkdədir. Ona görə də biz düşünürəm ki, yəni sizin fikrinizdən başqa istiqamət təşkil etsə də yəni razılaşmasaz da, bəli. Pezeşkiyanın bu barədə layihə olduğu, amma sırf yəni müasirləşəcəyik deyə yox, biz də müasirləşə bilərik görüntüsü yaratma layihəsi var. Məncə də. Mən də oxşadıram. Buyurun. Əlavə eləyim. Təbii ki, Pezeşkiyanın layihə olması ilə bağlı heç kim mübahisə eləmir. Yəni ondan bir seçki qabaq həmin o şura sənin namizədliyini qeydə almamaq haqqında prezidentliyə yaranmır fəaliyyəti və s. Çünki orada bir araşdırma aparılır. İndiyə qədərki mövqeyi, verdiyi bəyanatlar, ayrı-ayrı məsələlərə baxışları, bununla bağlı bir seçim aparılır. Və o seçimdə də Pezeşkiyan ondan qabaqki prezident seçkilərində iştirak etmək istəyəndə buna imkan vermədilər. Amma növbəti seçkilərdə artıq Pezeşkiyan namizəd olaraq qeydə alınması avtomatik olaraq bunun bir layihə olduğunu ortaya qoyur. Layihə niyə ortaya qoyulmuşdu? Birincisi, İran daxilində doğrudan da iqtisadi vəziyyət hər gün daha da ağırlaşırdı. Bu, birbaşa sanksiyaların təsiri altında baş verən hadisələr idi. Və buna görə də bir, bu məsələ. İki, Pezeşkiyanın bütün bəyanatları, seçkidən qabaq verdiyi bəyanatların hamısı nəyin üstündə qurulmuşdu? İran nüvə sazişinə geri qayıtmalıdır, İran qərblə münasibətləri bərpa etməlidir və s. və ilaxır. Bu birinci məsələ. İkinci məsələ nə idi? İranın son 3-4 seçkilərinə baxsaq, biz istəyib parlament seçkiləri olsun, istəyib prezident seçkiləri olsun. İranda seçkilərdə iştirak eləyən əhalinin hər keçən seçkidə iştirak faizinin aşağı düşdüyünə şahidlik edirdik. Və nəticə etibarilə artıq 20-21%-ə qədər seçici aktivliyinin müşahidə olunduğu bir vəziyyət yaranmışdı. İranda Cənubi Azərbaycan əyalətlərində əhalinin %90-ı ümumiyyətlə seçkilərdə iştirak eləmirdi. Heç kimə inanmırdılar, heç bir şəkildə seçkinin nəticələrinə inanmırdılar. Bəs Pezeşkiyanın seçkisinə nə qədər oldu bu faiz? Pezeşkiyanın seçkilərində faiz birdən-birə artdı. Ənənəvi olan faizdən daha yuxarı faiz oldu. Çünki niyə? Cənubi Azərbaycan əyalətləri seçkidə iştirak elədi. Pezeşkiyan bir-bir gəzdi Cənubi Azərbaycanı. Bir-bir gəzdi, insanları inandırdı. Hətta rəqibinə də məcbur elədi ki, da çıxsın desin ki, anam da türkdür. Bu getdi deyənə o da məcbur, bunun arxasınca etmək məcburiyyətində qaldı. Və nəticə etibarilə bu məsələdə artıq İranda çoxluğun mövqeyini dilə gətirə biləcək bir prezident seçildi və hansı prezident seçildi? Qərblə münasibətləri kifayət qədər normal yanaşa biləcək bir amma səlahiyyəti məhdud olar. Amma görün nə baş verdi. Baxın, burada təkcə İranı bir mənalı şəkildə tənqid etmək də düzgün deyil. Deməli, Pezeşkiyan and içməsindən, and içmədə də bu fikirləri bəyan elədi, yenə də qərblə münasibətlərin bərpası və s. və ilaxır. Bundan cəmi bir gün sonra ABŞ Dövlət Departamenti bəyanatla çıxış elədi və bildirdi ki, İranda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq bizim İranla bağlı siyasətimiz dəyişməyəcək. Yəni, başqa sözlə, sən reformist olsan, sən mənlə münasibətlərin bərpa olunmasını istəsən belə, mənim sənin ölkəyə baxışlarım dəyişmir. Bundan sonra İranda faktiki olaraq o dəyişikliklər istəyənlər ki var idi, Pezeşkiyanı layihə olaraq ortaya atmışdılar. Onların əleyhidarlarının, yəni ənənəvi mühafizəkar İran modelinin tərəfdarlarının mövqeləri üstünlük təşkil etməyə başladı. Və onlar açıq şəkildə bəyan elədilər ki, gördünüz, yəni söhbət bizdən getmir. Biz qərblə münasibətlərin normallaşmasını istəsək belə, qərb bizə münasibətin dəyişmək fikrində deyil. O baxımdan artıq siz ortada liberalların və islahat istəyənlərin mövqelərində zəiflik nəticə etibarilə baş verdi. Və biz Pezeşkiyanın İranda bu 12 günlük müharibəyə qədər olan dövrdəki mövqeyi ilə indiki mövqeyinə baxsaq, qat-qat üstünlük təşkil edildiyini görürük. Pezeşkiyan mövqelərində artım var. Niyə artım var? Çünki baxın da Azərbaycanla bağlı ən güclü bəyanatları məhz o 12 günlük savaşdan sonra verdi Pezeşkiyan. Niyə? Müharibə dövründə dini liderlərin,
yəni biz şərti olaraq bölsək dini hakimiyyət və siyasi hakimiyyətə İran daxilində, halbuki orada dini hakimiyyət də elə siyasi hakimiyyətin ən üst qollarından biridir. Yəni bir ölkənin ali baş komandanı ali dini lider hesab olunursa, bu və digər nazirlər Konstitusiya Keşikçiləri Şurası tərəfindən təsdiqdən keçəndən sonra harasa göndərilirsə, deməli ki, ali dini lideri mövqeləri faktiki olaraq həm də siyasi hakimiyyətin əsas aparıcı qolunu özündə etirir. Amma biz şərti olaraq bölürük ki, siyasi hakimiyyət və dini hakimiyyət. Bu mənada, bu mənada bu günləri dini hakimiyyətin o savaş dövründə qorxaqlığı, gizlənməsi, blindajlardan çıxmaması, istəyirəm o bunkerlərdən çıxmaması bu mövqeləri artırdı. Aydındır. Bu bilirsiniz, həm də görünən bir tərəfidir məsələnin. Görünməyən bir tərəfi də var və biz bu məqamı heç unutmayaq. Mənim versiyam belədir. Hər halda icazə versə Hüsaməddin bəydən soruşum. Əslində Türk dünyası və Türk dövlətləri təşkilatı, ümumiyyətlə türklərin dünyada unutmayaq ki, biz hər bir türk dövləti, Türkiyə Cumhuriyyətindən başqa digər türk dövlətləri istiqlal tarixi, müstəqillik tarixi 35 ildən o yana getmir. Çünki hamımız işğaldaydıq və 91-ci ildə biz müstəqilliyi əldə elədik ilə həmən vaxtda digər SSR-in tərkibində olan türk cumhuriyyətləri də müstəqilliyi əldə elədi və bir 35 ildə bir özümüzün də cəmiyyətimizdə də, indi Azərbaycanda problem o qədər dərində deyildi, amma digər təəssüf ki, Türkistan respublikalarında kifayət qədər dərinə getmişdi. Bir təmizlənərək məsələyə qayıtmaqları, birliyə qayıtmaqları məsələsi var idi və bu təbii ki, qonşuları narahat eləməyə başladı və Türk kartı həm də buna görə işləndi. Ola bilərmi? Türk dünyasına alternativ deməyim, amma Türk dünyasında İran da ola bilər və yəni biz də Türk dünyası ola bilərik, çünki o qədər Türk yaşayır. Bax, görürsünüz, prezidentimiz də Türkdür. Bu biraz həm də bunu oxşaya bilərdimi? Və əgər onu oxşuyurdusa, onda onun dedikləri, danışıqları və İranı doğrudan da hansısa bir məcraya yönəltməsi nə dərəcədə səmimidir? Evet, ben bu soru için çok teşekkür ediyorum. Gerçekten çok önemli bir mevzu bu ve ben yani İran'la ilgili oradaki hocalarımızın görüşlerine temel anlamda katılıyorum. Yani Molla rejimi bu 1979'dan bugüne aslında pragmatik yapısıyla geldi. Yani duruma göre, konjonktüre göre kendini yeniden konumlandırmasını bildi. Ve şu an gerçekten geldiğimiz son noktada İran artık o eski radikal fikirleriyle ya da Molla rejiminin o değişmez kaideleriyle var olamayacağını artık anlıyor ve dolayısıyla ben yani Çin ve Rusya ile kurduğu ittifakın bile son dönemde artık zayıfladığı kanaatindeyim. Belki diğer hocalarımızdan farklı bir noktadayım bu noktada. Hansı məqamlara görə düşünürsünüz ki, zəifliyibdir Hüsaməddin Bey? Ben özellikle bu 12 günlük savaş esnasında ve sonrasında hani Çin ve Rusya'nın özellikle yaklaşımına baktığımız zaman yani İran'ın yanında yer almayacaklarını aslında gösterdiler. O anlamda söylüyorum. Yoksa tabii ki mesela son Şangay zirvesine baktığımız zaman Rusya, Hindistan, Çin arasında güçlü bir ittifak var ve bu derinleşiyor ama İran bu ittifakın neresinde sorusunun cevabı benim kafamda tam yok. Yani İran denklemin içinde yokmuş gibi görünüyor ve yalnız bırakılmış görünüyor. İşte tam da sorunuzun cevabı burada. Yani İran gerçekten Rusya ve Çin tarafından yalnız bırakıldığına inanıyorsa ki gerçekliğin böyle olduğunu düşünüyorum ve ben sizinle aynı fikirdeyim. Yani Türk Devletler Teşkilatı'nın mutlaka ve mutlaka İran'ı hatta Tacikistan'ı da içine alması gerektiğini düşünenlerdenim. Çünkü bu coğrafyanın insanları olarak bizler ciddi anlamda ortak kader birliği yaptık. Tarih birliği yaptık ve dolayısıyla bunu aslında mesela biliyorsunuz Cumhurbaşkanımız yani altılı bir uluslararası örgüt istemişti biliyorsunuz ve dolayısıyla bu İran'ın maalesef yani inadından dolayı diyelim veya jeopolitik körlüğünden dolayı gerçekleşmemişti. Yani Gürcistan da çok fazla taraftar olmamıştı o birlikteliğe. Yani dolayısıyla yani İran'ın bundan sonra artık daha farklı düşünmek mecburiyeti var. Ki orada işte Haşim Hocam da diğer hocalarımız da söylediler. Yani özellikle seçimlere katılım oranına baktığımız zaman yani %30'lara 35'lere yani çok acayip rakamlar bunlar. Düşen bir şey vardı ama yani Pezeşkiyan'ın katıldığı seçimlerde katılım oranı %50'yi buldu. Ve dolayısıyla yani rejim aslında tek derdi var kendi varlığını sürdürebilmek ve bunu işte sürdürebilmek için de yeni bir jeopolitik okuma yapmak ve yeni bir jeopolitik okumaya bağlı olarak da yeni politik aktörlerle yoluna devam etmek istiyor. Pezeşkiyan aslında bugünün manasına uygun bir şekilde davranıyor. Eğer gerçekten yani İran bundan sonra yani Türk dünyasıyla ilişkilerinde
samimiyetini gösterirse, ki bu samimiyetini en büyük göstereceği yerlerden birisi bu Zengezur koridoru olacaktır. Çünkü bu yani orta koridor gerçekten dünya gündeminde daha fazla güçlenerek yol kat ediyor. Mesela özellikle Türkiye'de, Azerbaycan'da İran'ı dışlamıyor. Yani siz işte için alternatif yollar da açabiliriz diyor. Ve buna karşı ciddi bir katkı sağlayabiliyor. Dolayısıyla ben İran'ın bundan sonraki süreçte daha pragmatik davranacağını, jeopolitik okumaları daha doğru yapmak zorunda olduğunu, çünkü yani 3000 yıllık bir acem Fars kültürü de var. Dolayısıyla ben bunu doğru şekilde okuyarak Türk dünyası ile ilişkilerini düzelteceğini ve bu düzeltme çerçevesinde de gerçekten de İran'ın yani bir Türk Devletler Teşkilatı'nın bir uzvu olmasının aslında mümkün ve muhtemel olduğunu düşünenlerdir. Sadece necə təsəvvür edirsin, mən onu anlaya bilmədim. Yəni bu çox ciddi bir tarixi bir münaqişədir və İran-Turan savaşlarının min illərdir davam edir və İranda da hələ əksər qüvvələr Firdovsinin şahnaməsindən ayrılmayıblar. Hələ də Şahnamə təfəkküründədirlər. Bilmirəm, necə təsəvvür edirsiniz, əslində maraqlıdır, amma reallaşma ehtimalı varmı, yoxmu, bu özü də bir ayrıca mövzudur. Sözsüz biz bu məsələnin bu tərəfi yox. Bizə faydalı olan nədir və biz faydanı nədən götürəcəyik? Bunu həmişə düşünmüşük. Burada həm iqtisadi fayda var, həm aydın da digər məsələlər. Amma bütün hallarda niyə dini bəhanə eləyir vilayət? Niyə Azərbaycanda yəhudilərin rabinlərinin iclasının, qurultayının keçirilməsi onu bu qədər narahat edir? Yəni, bu Azərbaycan üçün nə var ki, bu Azərbaycanda hər bir, yenə təkrar edirəm, tolerant ölkədə istənilən dini icma, dövlət qanunları çərçivəsində, qanunvericiliyi pozmadan, xüsusi icazə almaqla istənilən tədbiri keçirə bilər və keçirir də. Niyə bu məsələ bunlar üçün o qədər maraqlı oldu və məsələni şişirtdilər, yoxsa şişirtmək üçün elə bəhanə lazım idi? Ben sadece aynı kanaatteyim. Yani ben aslında İran'ın yani özellikle İsrail'le kurduğu ilişkilerin yani samimi anlamda bir düşmanlığa ya da husumete dayandığı kanaatinde değilim. Yani burada her iki tarafın radikalleri var. Biliyorsunuz İsrail'de yani teokratik bir devlet, İran'da teokratik bir devlet. Her iki tarafın radikal yani Şahin ve güvercin kanatları var. Ve bu iki rejimin yani devam edebilmesi için birbirine ihtiyaçları var ve birbirleriyle çatışıyor olmaya ihtiyaçları var. Yani Orta Doğu'nun yeniden dizaynında İran İsrail'e saldırıyor, İsrail İran'a saldırıyor ve bu çerçevede bu hani iyi polis, kötü polis aslında mücadelesi İran'ın Orta Doğu'nun şekillenmesinde önemli bir rol oynuyor. Ben bunun yani baktığımız zaman hiçbir zaman gerçekliğe dayanmadığını gördüm. Hele mesela Gazze ile ilgili konularda Netanyahu ne zaman sıkışırsa, ne zaman bir ateşkes ihtimali olursa hemen İran'ın radikal bir adımı ya da işte Yemen'deki işte Husi'leri... Aydındır, bəli. İşte, bu da heç nə, yəni hər şey bu qədər aydındır və doğrudan da Zəngəzur dəhlizində sırf Amerikaya görə narahatdırsa İran, yəni Amerikanın, Avropanın binokulları Amerikanın da keçən avqustun ayının 2-sində gələn hərbi təyyarədə, gələn hərbi təlimçiləri, nə bilim, heyəti oradadır. Ona görə niyə narahat deyil? Yəni, bilirsiniz, paradokslar çoxdur. Əslində, bu sadə məntiqdir, yoxsa qeyri-səris məntiqdir, amma hər halda fayda verəcək məntiqdir. Bu məsələ çıxır ortalığa və ikincisi, mən elə sualı birbaşa qoyacağım və dərhal da biz reklama ayrılacaq bu sualdan sonra. Sual belədir, doğrudanmı Yəhudi dini icmasının, rabinlərinin Bakıda keçiriləcək qurultay kiməsə narahatlıq verə bilər? Yəni, dini icma rəhbərləridir və qurultay keçirilir. Kimsə bundan niyə narahat olsun? Bu siyasi tədbir deyil. Kimə qarşısa yönəlməyib. Azərbaycan dəfələrlə deyib ki, Azərbaycan öz heç bir qonşusuna qarşı yönələcək hər hansısa bir hərbi təxribat və s. üçün plastdarm rolunu oynamayacaq. Yəni, bu qədər net. Amma adam deyir, o tutduğunu buraxmadığı kimi bu məsələni də biraz da bəhanə edib üzərinə gedir. Gəlin reklamlara baxaq, reklamlardan sonra davam edək.
Aktual gündəm davam edir müzakirəmizin. Bax, bu məqamında reklam öncəsi verdiyim suala cavab axtaraq. Doğrudanmı Azərbaycanda keçirilən bu tədbir belə təhlükəlidir? Qonşular üçün, nə bilim kim üçün. İndi mən bilmirəm bu qonşu burada təhlükəni nədə görüb də, herhalde mənim üçün də maraqlıdır. Bu adi bir dini sıradan bir tədbirdir. Yəni Azərbaycan da ev yiyəsidir və təbii ki, gələn qonaqdılar. Azərbaycanda da kifayət qədər yəhudilər yaşayır. Avropa yəhudilərinin icmasının nümayəndələri var. Azərbaycanda dağ yəhudilərinin icmasının nümayəndəsi var. Hətta Gürcüstan yəhudilərinin icmasında bizim münasibətlərimiz var və çox normal da əlaqələrimiz var. Yəni burada təhlükəli nə var ki, mən bilmirəm, siz bilirsiniz? Təbii ki, bəhanədir. Yəni baxın, bu tədbir keçirilməmişdən qabaq vilayəti və onun kimilər yenə də Azərbaycan-İsrail münasibətlərinə əsas gətirərək Azərbaycanla bağlı fərqli mövqe nümayiş etdirmirdilər. Yəni bu təbii ki, bəhanədir və ümumiyyətlə İranın siyasətində baxış fərqindən yaranır da bu ikili münasibətdə. Yəni tərəflərdən birinin baxışı ondan ibarətdir ki, Azərbaycanla və ümumiyyətlə türk dünyası ilə münasibətlərin yaxşılaşması İran özü üçün də faydalı bir şey deməkdir və İranın özünün də problemlərinin aradan qalxmasına kömək edə bilər. İkinci tərəf isə fikirləşir ki, Azərbaycan və ümumiyyətlə türk dünyası ilə münasibətlərin yaxınlaşması İran daxilində milli oyanışa bu və ya digər şəkildə təsir göstərə bilər və nəticə etibarilə İranın parçalanmasını yatırıb çıxara bilər. Yəni mövqe fərqi budur. O ki qaldı, burada indi o keçiriləcək tədbirlə bağlı ümumiyyətlə Azərbaycan-İsrail münasibətlərinin belə deyək, İranda əks sadası ilə bağlı. Bununla bağlı əslində Pezeşkiyan özü kifayət qədər yaxşı bir cavab vermişdi. Bundan bir neçə müddət qabaq və haqlı olaraq dedi ki, əgər Azərbaycanla qonşu olmayan İsrail Azərbaycanla çox yaxşı münasibətlər qura bilirsə, biz isə həm qohum ola, həm qardaş ola, həm qonşu ola, Azərbaycanla yaxşı münasibətlər qura bilmiriksə, bunun günahı Azərbaycanda deyil, bizdədir. Yəni, həqiqətən də bu günləri Azərbaycanla münasibətlərdə hər hansı bir soyuqluq baş verirsə, hər hansı bir gərginlik baş verirsə, bu bizim atdığımız addımlardan irəli gələn gərginlik və soyuqluq deyil. İranın özünün... Yəni, onlara gərginlik verə biləcək nə addım atmışıq indi? Biz atmırıq da, məsələ olmalı. Hətta yəni, müstəqillik tariximizə baxaq da. Bunlar sadəcə, yenə deyirəm, hər dəfə Azərbaycanla bağlı bir bəhanə tapıb, bir ölkə ki, baxın da, bayaq dediniz, vilayəti Azərbaycan, Xarici İşlər Naziri olanda Azərbaycanda 100 minlərlə müsəlman öz yurd yuvasından qaçqın düşmək məcburiyyətində qalmışdı. 10 minlərlə müsəlman da ermənilər tərəfindən qətlə yetirilmişdi. Onda da Ermənistan, İranın əsas müttəfiqi Ermənistan idi. Sonraki dövrlərdə də əsas müttəfiqi yenə də Ermənistan oldu. Və bu günləri də davamlı şəkildə Ermənistanla daha yaxşı münasibətlərin tərəfdarı olaraq çıxış edirdiyini hakimiyyət ən azından, nəinki Azərbaycanla və dediklərimizə baxmayaraq, yəni orada Ermənistan ABŞ hərbi təlimlərinə baxmayaraq, İranın düz sərhədlərində 2000 nəfərdən artıq ABŞ-ın səfirlik əməkdaşı var ki, onların da böyük əksəriyyətinin diplomat olmadıqları da ortadadır. Yəni, məscidə donuz bağlamaq da onların gözündən qaçır. Budur, məsələ budur. Müsəlman dəyərləri, o cümlədən qəbristanlıqlar və s. O ölkə deyil ki, dağıdılması da belə maraqlı da deyil. İran o ölkə deyil və haqqı çatmır ki, dinlə bağlı hansısa məsələni ortaya qoysun və bundan bir istifadə eləsin. Bu günləri müsəlman olan Səudiyyə Ərəbistanı, müsəlman olan Birləşmiş Ərəb Əmirlikləri, müsəlman olan İraq, müsəlman olan Kuveyt, müsəlman olan Azərbaycan. Yəni, bu İranın iki dənə də olsun, heç olmasa müsəlman olan müttəfiqi varmı? Yoxdur. Yəni, məsələ orasındadır ki, ona görə də İranda bu dini məsələlərdən istifadə eləyib, kimlərisə nədəsə günahlandırmaq və s. İranın buna haqqı çatacaq bir şey deyil. Mən elə gəl ki, bu daxili auditoriyaya hesablanıb. Mütləq şəkildə, yenə deyirəm. Amma bu daxili auditoriyada yaxşı hesablandı və danışdın. Yəni, sonra 1 il, 5 il, 35 il, 40 il, aydındır. Bütün bunları mən anladım. Amma ən azından, bax, bu iqtisadi çətinlikləri ki, mən dedim, sadə iş adamlarının gördüyü əziyyətlər. İcazə versə, Elşad Paşasoy Zoom'dadır, bizim həmkarımız və siyasi şərhçi. Elşad müəllim, salam. Salam, hər vaxtınız xeyir olsun. Vaxtınız xeyir. Sualı belə qoyaq ki, bax, bu vilayətini narahat edən məsələ
Yəni Azərbaycanda Yəhudi icmasının keçirəcəyi tədbir. Burada narahatlıq nə var və niyə İran boyda dövlət, özü dediyi kimi də, yəni nəhəng dövlətçilik ənənəsi və s. olan, bilmirəm, o dövlətçilik ənənəsinin indiki İrana nə əlaqəsi var hər halda. Bütün bunların doğrudan hansısa bir təşkilatın, dini bir təşkilatın ki, heç kimə ziyan vermədən yığışıb neysə müzakirə edib, bu qədər narahat edir. Təşəkkür edirəm. Öncə bizim dəyərli həmkarlarımızı, eyni zamanda tamaşaçılarımızı salamlayıram. Vilayətinin Azərbaycana və ümumilikdə Türkiyə, Türk dünyasına patoloji nifrətinin olması ilə bağlı çox sayılı misallar çəkmək olur. Bizə də xatırlayırıq, illər öncə İranın rəsmi qəzetində türklər aşağılanmışdı və vilayəti o zaman ölkə əhalısının yarısını, hətta rəsmi bir sıra açıqlamalara görə ən azı yarısını təşkil edən Azərbaycan türklərinə qarşı bu həqarətin rəsmi qəzetdə əks olunmasına reaksiyasız qalmışdı. Yəni, bütün məsələlərdə adı çəkilən və ortaya çıxan, hətta Zəngəzurla bağlı Ermənistan və Azərbaycanın daxili işi olan faktı olaraq məsələdə yaxasını cıran, başını döyən vilayəti bu məsələlərə səssiz qaldı. Yəni, bütün bunlar indiki halda xüsusilə Pezeşkiyanın mən türkəm deməsi halında vilayəti kimi fars şovinizminin qatı təbliğatçısı susqun qala bilmir. Üstəlik də, yəqin xatırlayırsınız. Onda Pezeşkiyanın hayfını çıxır vilayəti. Yoxsa Azərbaycanın qələbəsini həzm edə bilmir vilayəti? Bu bir detaldır. Hələ ölkə daxilində sindirə bilmir bu kimi məsələləri. Axır zamanında uzun illər boyunca o insanlar ki, diskriminasiyaya məruz qalırdılar, elementar konstitusiyada əksini tapan hüquqlardan məhrum olurdular. Şadman, bircə dəqiqə, bir məqam var. Bir mühüm məqam var və bu məqamı heç qaçırmayaq. Yəni, İran televiziyaları Azərbaycanın ünvanına hədiyyanlar söylüyürdü. Nə bilim, o vilayətdə, bu diyarda, o yurtda mollalar özünə belə ağıllı hesab edərək bəyanatlar verildi. Belə bir dövr yaşadıq. Sonra bu məsələlərin hamısı qırağa qoyuldu və bunun üçün də Azərbaycan diplomatiyası sözün əsl mənasında çox ciddi işlər gördü. İranla müxtəlif dairələrlə görüşlərin keçirilməsi, mərhum İran prezidentinin Azərbaycan sərhəddinə gələrək orada görüş keçirməsi, Pezeşkiyanın Bakıya gəlməsi, Azərbaycan prezidentinin köməkçisinin vaxtaşırı İranda olması, İranın Nəqliyyat İnfrastruktur Nazirinin Bakıya gəlişi, eyni zamanda Zəngilana da gedib o Araz yolunu birbaşa görməsi və onun açıqlaması, bütün bunlar o səhifənin bağlandığına işarədir. Daha mollalardan səs gəlmir, əyalət mollalarından, daha İran televiziyalarından hədiyyən gəlmir. Bir dənə vilayəti qalıbdır. Ya vilayətiyə bu xəbəri çatdırmayıblar ki, dəyişilib hər bir şey, münasibətlərdə artıq bir yaxınlaşma var. Ya da ki, vilayəti sadəcə olaraq biz əvvəl niyə belə idik, indi niyə birdən-birə belə olduq versiyası da səsləndi. Burada hörmətli Həşim müəllim dedi ki, birdən-birə dəyişə bilməz. Məhz bu namı nə edir? Hansı variant sizcə? Hesab eləmirəm ki, vilayəti bu qədər naqırdı siyasətdə. 20 ilə yaxın ölkənin Xarici İşlər Naziri işləmiş bir şəxsin, eyni zamanda Təhlükəsizlik Şurasının katibi olmuş bir diplomatın bu məsələlərə sadəcə səthi yanaşdığının bu barədə yanaşmaları qəbul edə bilmərəm. Xatırlayırsınızsa 2024-cü ildə İranın dini lideri bildirmişdi ki, onun fikrincə Zəngəzur dəhlizi hətta Ermənistanın zərərinədir. Amma bugün Ermənistan çox sevincək formada Vaşinqton razılaşmasından sonra Zəngəzur dəhlizi ilə bağlı proseslərin hətta İranın faydasına olduğu qənaətini bölüşür ən yüksək səviyyədə. Eyni zamanda razılaşma var Azərbaycanla. Üstəlik, Azərbaycana qarşı məkirli bir niyyətlər var idi ki, məkirli niyyətlərin heç şübhəsiz ki, başında həm də cənub qonşumunda, Tehrandan idarə olunan bəzi bir sıra qüvvələr və təsir qüvvələr, eyni zamanda əyalətli mollalarının da səs-səsə verməsi halında müşahidə edirdik. Bütün bunlara faktiki olaraq Azərbaycan və Ermənistanın birgə iki tərəfli formatda əməkdaşlığı, razılaşmaları son qoymuş olduğu. Amma bir xaric səslər ki var, vilayəti və digərləri, Cavani və digərlərinin timsalında bunlar həm də
Bunkerdən çıxan o İran rəhbərliyinin təmsilçiləri ki var, onların səslərini ifadə edirlər. Çünki elə İsrail İranı bombalamazdan bir neçə saat qabaq vilayəti sevincək bəyan etmişdi ki, Zəngəzur dəhlizinin qarşısını İran aldı. Amma bugün Zəngəzur dəhlizi ilə bağlı proses davam edir. Eyni zamanda Azərbaycanın zəfərini həzm edə bilməyənlər bu günləri dünyanın bir nömrəli ofisində bu zəfərin təntənəli şəkildə hətta Ermənistan tərəfindən qəbul olunmasının şahidi oldular. Bütün bunların fonunda əgər Rabinlər Azərbaycanın mövqeyini ifadə edib, hətta Trumpa 907-ci düzəlişin ləğvi ilə bağlı müraciət etdilərsə, bunun qarşılığında Azərbaycanda bir toplantının keçirilməsi nə qədər? Bir dəqiqə, üzr istəyirəm. Biz onun qarşılığında bunu eləmirik. Mən icazə verim. Yox, qarşılıq söhbəti bu bir ənənəvi toplantıdır. Bəli, yəni bu qarşılığa görə deyil. Müsəlman qonşumuz İrandan 907-ci düzəlişin Azərbaycanın, müsəlman Azərbaycanın ən azı, mən demirəm digər məsələlərə önəm versinlər. Hər zaman müsəlman, İslam dininin önə çəkənlər. Heç olmayan bir bəyanat verə bilərlər ki, bu ABŞ-dən Azərbaycana qarşı, Biden administrasiyasından Azərbaycana qarşı ciddi haqsızlıqdır, bunun qarşısı alınmalıdır. Eşit, mən üzr istəyirəm, o yeri yaxşı eşitmədim. Kim verəydi bu bəyanatı? İrandan, müsəlman qonşumuzdan. Bir dəqiqə. Bu günləri o Yəhudi icmasını, Rabinləri hədəfə alanlarla müqayisədə mən deyirəm ki, niyə bu cənubdan bu səslər olmadı? Cənubu bir tərəfə qoyuram. Amerikada, Ağ Evdə İranın çox ciddi lobbiçiliyi var və diaspora orada çox fəaldır və İranın, üzr istəyirəm, Amerikanın siyasi ab-havasına təsir edən adamlar var orada. Yəni onların hətta bir sözü yetər ki, heç də orada yəhudilərdən zəif deyil İran diasporası və ümumiyyətlə İrana lobbiçilik edən qüvvələr. Onlar indiki İran hakimiyyətinə münasibətləri necədir və s. bu onlar üçün ikinci dərəcəli məsələdir. İran və Fars məsələsində onlar çox ciddi təsir edirlər və bu məqamda Ermənistanla onlar ola bilər ki, müttəfiq də olsunlar və olublar da bəlkə də. Və bu faktoru siz unutmayın ki, əgər siz Fars millətçiliyindən danışırsınızsa, bayaq hörmətli Rəşad müəllim də dedi ki, dini məsələ heç vaxt İran üçün prioritet olmayıbdır və dini amillərə görə mübarizə aparmayıbdır və yaxud da dinin keşikçisi qorunmayıbdır. Şuşada Yuxarı Gövhər Ağa məscidinin təmirini İran şirkəti özlərinə götürmüşdür. Və cənab prezident də sonradan bu barədə qətiyyətli mövqeyini ifadə etdi. Həmin o yarlıqlar söküldü. Yenidən bizim tarixi və dini əvəz olunmaz bir abidələrimizdən birisi yenidən bərpa olundu. Və bütün bunlarda Fars şovinizminin izləri var idi. İrəvandakı Göy məsciddə olduğu kimi Şuşada da istəyirlər ki, özlərinin adlarına çıxsınlar. Amma yəni Pezeşkiyan məhz ora ziyarət edən İran prezidenti oldu. İlk İran prezidenti və həm də bu kimi addımlar Pezeşkiyanla... Eşit, baxın, mən başqa bir şeyi soruşmaq istəyirəm sizdən. Biz bayaqdan hamımız, bütün ekspertlər deyir ki, Pezeşkiyan oradan səlahiyyəti çox azdır, bir şeylər həll eləmir və s. Sizcə bu jestlər etməsi doğrudan bu iqtidarla üz-üzə gəlməsidir? Yoxsa iqtidar özü açıq bunu eləyə bilmir, bu vasitə ilə eləyir? Bəlkə onun da bir təhlükələndiyi yer var. Biz indi İranın yenə deyirəm, içini bilmirik. Bəlkə doğrudan da İranın ali dini lideri və onun ətrafında olan insanların da bir Fars şovinizmi ilə üz-üzə gəlmək həvəsi yoxdur. Açıq bunu deyə bilmirlər, amma Pezeşkiyan vasitəsilə edirlər. Belə bir variant müzakirə olundu burada. Sizin fikriniz? Hesab edirəm ki, bu məsələdə bəhs eləyərkən İranda keçirilən prezident seçkilərinin nəticələrindən başlamaq lazımdır ən azı. Burada söylənilən nəticələr. O zaman Səid Cəlali və digərləri öndə olmağa cəhd göstərdilər, amma son nəticədə Pezeşkiyan ikinci turda qalib gəldi. Və heç şübhəsiz ki, burada İranın dini lideri, mühafizəkar qanadının da özünün rolu oldu. Əks təqdirdə bəs mən də onu deyirəm. Bəli, mən elə sözlü müvəqqəti olaraq bunu xatırladım. Rəşad mənim də onu deyir ki, ötən seçkidə Pezeşkiyana namizədlik verməsinə imkan yaradılmadı. İndi birdən-birə... Hətta traktorun qələbələrinin sonra qarşısının alınmaması həm də bu prosesin məntiqi davamı idi. Ona qədər nələr baş verirdi. İndi bunu nəyə görə edirlər? Türk dünyasına
bir alternativ eləmək üçünmü, yoxsa İranda yəni bu çox ciddi bir məsələdir. Və Türkün tarixini bilən, indi biz icazə verirsinizsə mən Həşim müəllimlə bu məsələni danışım. Türkün tarixini bilən hər kəs bilir ki, Türk dövlətçiliyin qarantıdır. Ümumiyyətlə, xalq olaraq, millət olaraq bunun xüsusiyyəti belədir. Bu, bunun üçün doğulubdur. Tarixə baxsaq, biz ilə yaxın ətrafımızı deyirəm. Mən hələ Orta Şərqdə və yaxud nə bilim, digər yerlərə getmirəm. Bizans imperiyası belə, hətta Gürcüstan belə özünün sərhədlərində türklərin olmasını niyə istəyirdi? Bilirdilər ki, bunlar dövlətçiliyin qarantıdır. Yəni, dövlət məsələsi onlar üçün önəmli və müqəddəsdir. Və hara düşürlərsə birinci dövlət qururlar. Çünki sivildirlər də, yəni sivil anlayışları var və bilirlər ki, dövlət olmasa normal münasibətlər ola bilməz. Yəni, ibtidai təfəkkürlə yox, qanunlarla, mexanizmlə işləmək lazımdır. Bu xalqın, Türk xalqının bir xüsusiyyətidir. Elə Azərbaycanı götürək, yəni bütün mənalarda dövlətçiliyimizin olması, mövcudluğu, bərpası, hamısı bizim bu istəkdən gəlir. Bu məsələnin aydın tərəfidir. Və İran dövlətini qorumaq üçünmü bu edilib, yoxsa bir siyasətdə vitrinində heç olmasa dəyişiklik eləmək üçün? Buyurun. Burada Məhsa Əmini hadisələri yadınızdadırsa, ora qayıtsaq, oradan başlasaq yerdə. Ondan əvvəl də çox etirazlar baş verirdi, amma rejim onları qan bahasına olsa belə yatıra bilirdi. Bu bəlli bir reallıqdır. Amma Məhsa Əmini etirazları göstərdi ki, insanların artıq üsyanı təkcə iqtisadi çətinliklərə görə deyil, azadlıq məsələləri də artıq onları sıxır və bir yerdən sonra, məsələn, Təbrizin o hərəkat zamanı fərqli bir formada ayağa qalxıb milli şüarlar səsləndirilməsi, onun Ərdəbilə sıçraması rejimə bir növdə siqnal verdi ki, sən artıq özünə bir çəki düzən verməlisən. Bu 10 il əvvəl deyil, bu 20 il əvvəl deyil, bu 79-cu il deyil. Dünya dəyişib, sosial media, Amerikadakı sosial həyatı da sən oradan görürsən, İndoneziyanı da görürsən, Çinli də, Rusiyanı da və insanlar bu çox çeşidlilik mühitində hərədən ən yaxşıları görüb seçə bilirlər və onu tətbiq etmək istəyirlər. İranda da buna icazə verilmir. Xalq bir növdə gördü ki, artıq o elə, üzr istəyirəm, xalq deyirəm, rejim gördü ki, elə bir seçimə getməlidir ki, həm bu sosial narazılıqların qarşısını ala bilsin, həm də Cənubi Azərbaycan kimi ciddi milli potensial olan və hər an partlamağa o dövr üçün hazır olan bir təhlükənin qarşısını alsın və bu hansısa belə deyək, Sepahdan qopmuş, onun təcrübəsi ilə çıxıb prezidentliyə namizəd olan Səid Cəlillər deyildilər və yaxud da ki, elə vilayətinin özü deyildi. Bir Pezeşyan alternativi çıxmışdı ortaya. Təbriz onu sevirdi, Ərdəbil də sevirdi, Fars Pezeşyanı. Hə, Pezeşkanı sevirdi, bəli. Mən ona görə bəlkə elə məhz ona görə Pezeşkana alternativ məhz elə adam düşünmüşdü ki, bu ultra fars mövqeli olsun ki, da Azərbaycan türkləri seçimi bir mənalı Pezeşkan eləsinlər. Ola bilərmi? Xatırlayırsınızsa, Elşad bəy qoşulmamışdan əvvəl də biz o məsələyə az da olsa toxunduq ki, Pezeşkan əslində seçim idi. Yəni, əgər dini lider onu bloklasaydı, Rəşad müəllim də çox düzgün qeyd elədi, o namizəd verə bilmir. Bir dənə ora maddə əlavə eləyəcəkdilər, nə bilim, vətən xainidir. Heç nə eləməyəcəklər. Ondan qabaq seçkidəki argumentləri ondan qabaq. Deməli ki, orada bir seçim var. Səhət imkan vermir, hə, nə var orada? Rejim özü onu istəyirdi. O da iki şeydən, dediyim kimi, irəli gəldi. Bir, Cənubi Azərbaycanda milli hərəkat başlaya bilərdi bunun qarşısını almaq. İndi onun elədiyi hərəkətlər Azərbaycana mesaj vermək, münasibətləri yaxşılaşdırması, bir ay ərzində 2 dəfə çıxışında Azərbaycanla münasibətlərin önəmli olduğunu, hətta İsraillə bağlı da biz söylədik də, yəni siz o çıxışdan stat gətirdiniz. Bu öz başına mı deyir? Yox, yəqin. Təbii ki. Bunu deyən adamlar varsa, bəs onda vilayəti neyinir? O deyən adamları mı sığortalayır? Balanslaşdırmağa çalışır. Sığortalamaq. Aha. Kimdən balanslaşdırır və nail ola bilirmi? Yəni, belə deyim, üzr istəyirəm. Yəni, bir növ balanslaşdırmağa çalışır. Yəni, bir növ Pezeşkanın xətti ilə sanki irəliyə addım atmaq. Bu birisi istiqamətdən də hələ biz gücümüzü qoruyub saxlayırıq. Hələ tam olaraq regionda gücümüzü itirməmişik. Yəni, sağ göstərib sol vurmaq deyil.
bu istiqamətə daha çox. Bir də bir məqamı qeyd etmək istəyirəm fürsət düşmüşkən. Biz Türkiyə faktorunu burada unutmamalıyıq. Türkiyə, Azərbaycan, İranın burada regionda ehtiyat elədiyi həm də Turan birliyi faktorudur. Əgər bu dəhlizə və yaxud hansısa istiqamətdə yeniliyə imkan verərsə, regionda Türkiyə-Turan birliyinin, Azərbaycanın daha da güclənəcəyindən ehtiyat eləyir. Qeyd etdiyiniz kimi, bayaq o dini məsələlər, həqiqətən də İran tərəfi bu dini məsələlərdən siyasi maraqları üçün doğrudan da istifadə edir. Və dediniz bayaqlar ki, Ermənistanda Amerikanın müəyyən qədər hərbi kontingenti var, binokul diplomatiyası həyata keçirilirdi buradan. Ermənistanla Azərbaycan arasında münasibətlər düzəldiyində, sülh müqaviləsi imzalandığında və Türkiyə ilə münasibətlər düzəldiyi anda İran artıq həmin məsələyə münasibət bildirəcək. Çünki artıq Ermənistan Türkiyə ilə Azərbaycanla münasibətləri normallaşdırmış bir ölkə olacaq. İndiyə qədər Türkiyə və Azərbaycanın əleyhinə onların dəqiq əminsiz olacaq. Mən niyə soruşuram? Bu halda deyirəm. Biz hamımız deyirdik ki, bütün bunlar baş verərsə, Avropa nə bilim misionerlər ora gələrsə, Amerika bunu eləyərsə, Rusiya Ermənistanı nə bilim siləcək, pozacaq, atacaq, heç nə eləmədi. Gözünün üstündə qaşın var da demədi. Mən düşünürəm İran da deməyəcək. Hal-hazırda demək ki, tək Ermənistan üçün yaxşı olsun. Onların şüarı budur. Amma Zəngəzur dəhlizi faktiki Ermənistanın xeyrinədir. Bayaqki sualdan elə davam eləyək. Biz bəzən Azərbaycanı çox kiçik görürük. Yox, biz elə bir şey burada demirəm, ümumiyyətlə. Gəlin, reklama baxaq və reklamdan sonra müzakirəli Azərbaycan əslində nə boydadır? Aktual gündəm davam edir, müzakirəmizi davam etdirək və reklam öncəsi Həşim müəllimlə biz danışanda Həşim müəllim belə bir söz dedi və biz reklama çıxdıq ki, Azərbaycan düşündüyümüz qədər kiçik deyil, amma biz elə düşünmürük. Bilmirəm, kim düşünür, kimi nəzərdə tutur Həşim müəllim, onu söyləsin. Məqsədli qruplar ki var, cənubdan, şimaldan, şərqdən, qərbdən, fikirlərdən, əsillər, mən onları nəzərdə tuturdum təbii ki, bura üçün demirdim. Bilirsiniz, burada mən nəyi demək istəyirəm? Baxın, Pezeşkan məsələsini bayaq da vurğuladıq. Bir nüans da orada milli məsələnin qarşısını almaq üçün idi. Yəni Güney Azərbaycana bir növ ümid idi ki, bizdən biri var artıq. Orada sözümüzü eşidəcək, dərdimizi eşidəcək. Hətta o gəldiyi ilk dönəmlərdə nə dedi? Burada bütün dillər nə bilim müstəqil olmalıdır, hər kəs öz ana dilini yaşatmalıdır və s. və ilaxır. Cənubi Azərbaycanda bu bir xeyli sevildi və yəni onlar da rəğbət bəslədilər ki, artıq bəli, bizim də sözümüzü deyən var. Nəyə görə bunu mən Azərbaycan məsələsinə bağlayıram? Yadınızdadırsa 2020-ci il Vətən müharibəsi bizi 30 ildir dünya siyasətindən təcrid etməyə yönəlmiş Qarabağ problemi var, işğal davam eləyir, İran oradan təzyiq eləyir bu vasitə ilə, Rusiya buradan təzyiq eləyir. Nəticə etibarilə Azərbaycan dünya siyasətində ilk yerə nəyə qoymuşdu? Bu problemin həllini, yəni bir növ başımız ora qarışmışdı.
O problem həll olunandan sonra yenə də İrandan bizə qarşı anti-Azərbaycan addımlarını görəndə Azərbaycanın dövlət olaraq ilk addımlarından biri nə oldu? Bütün Azərbaycanlılara sahib çıxacağını demək. Və bu əsas harda narahatlıqla qarşılandı? Təbii ki, Rusiyada qarşılanmazdı. Yarım milyon orada miqrant Azərbaycanlı yaşayır, ya yaşamır. Deyək ki, 1 milyondur. Amma axı 30 milyona yaxın Cənubi Azərbaycan faktoru var və İran fikirləşdi ki, Cənubi Azərbaycanlılar Qarabağ zəfərindən bir milli oyanış üçün ümidlənə bilər. Azərbaycan dövlət olaraq bunu artıq səsləndirir ki, mən bütün Azərbaycanlıların vətəniyəm, dövlətiyəm və buna görə də artıq ora bir milli adam lazım idi ki, Cənubi Azərbaycan ümidini Bakıya yox, Aydındır. Təbrizə. Yəni artıq Pezeşkiyan bir ildir ki, hakimiyyətdədir. Və əslində Rəşad müəllim dedi, o məqamı Pezeşkiyan gələndə də vəziyyət heç yaxşı deyildi İranda. And içmə günü nələr olduğu biz bildik. Yəni bütün dünya bildi. Yəni yenə təkrarlayım, adamın İsraillə problemi varsa gedib həll eləyəydi. 12 gün müharibə edib icazə alırdı, bombardıman edeyim yoxsa yox. Amma burada Yəhudi dini adamlarının konqresi bunu narahat edir. Mən ümumiyyətlə bu məntiqi anlaya bilmirəm. Tək narahat eləmir ki, baxın, deyir ki, Azərbaycanın Suriya ilə İsrail arasında vasitəsi qismində çıxış eləyir. Niyə eləyir? Pislik mi eləyirik? Və onda da alternativ sual çıxır. Sən İsrail səni bombalayanda İsraillə danışıqlar aparmaq üçün ortada vasitəçi axtarırdın. Bəli. Ərəb ölkələrinə müraciət etmək. Yəni onda Ərəb ölkəsi yaxşı olur sənlə İsrail arasında vasitəçilik yaradanda. Azərbaycan Suriyada müsəlmanlarla İsrail arasında vasitəçi qismində çıxış eləyəndə pis olur. Yəni bilirsiz hamısı səhv şeydir, o bəhanələrdir. Məncə də yox, bu belədir. Bunu yəni bir şey isə bayaqdan dediklərimizə bir şeyi mən qeyd eləmək istəyirəm. Baxın, biz danışırıq da, düzdür, layihədir, seçimi idi və s. və ilax idi. Mən indi də Pezeşkiyanın o rolu davam etdirdiyi qənaətində deyiləm. Aha. Mən o qənaətdə deyiləm ki, yenə də layihə kimi çıxış eləyir. Çünki, baxın, Pezeşkiyan... Yəni, Matrix dağılıb da, o məşhur deyim var. Bir dəfə adamın verdiyi bəyanat var. Ayda bir dəfə mütləq şəkildə bəyanatı çıxış eləyir bu bəyanatı. Məni işləməyə qoymurlar. Bəli. Mən etmək istədiyimi edə bilmirəm. Bəli. Bunu işləməyə qoymayan konkret hədəf var da, ali dini lider. Yəni, ancaq o bunun qarşısını ala biləcək gücləri də prezidentdən yuxarı səlahiyyətləri olan bir dənə dini şuradır və onun da lideri məlumdur. Bu o deməkdir ki, artıq belə deyək, iş o layihəlikdən çıxıb və Pezeşkiyan bu gün müstəqil mövqe ortaya qoymağa çalışır və bəyanatlarında da müstəqil olaraq çıxış eləyir və təbii olaraq biz, baxın da, bununla paralellik aparanda bunun əleyhinə mövqe ortaya qoyan vilayəti. Vilayəti kimdir? Vilayəti öz başına müstəqil hansısa bir QT-nin rəhbəri deyil ki, ali dini liderin beynəlxalq əlaqələr üzrə müşaviridir. Mən onda icazə verin, Elşad müəllimdən soruşum ki, Elşad müəllim, doğrudanmı yəni əslində Rəşad müəllimin dediyində bir həqiqətə oxşar məqam var. Mən də hardasa, mən də müəyyən məqamlarda düşünürəm ki, o məşhur deyim var. Sanki Matrixdə artıq dağılıb, yəni işləmir. Bu belədirmi? Nəzarətdən çıxıbmı və yaxud da vaxtaşırı o verdiyi bəyanatlarla mən nəzarətdən çıxa bilərəm, bu qədər də sıxmayın, kimin mesajı var? Burada kəsilmədisə davam edeyim. Burada bir mənalı fikir bildirmək çətindir. İranın dövlətçilik ənənələri, tarixi və s. də unudulmamalıdır. Mümkündür ki, bir paralel yanaşma sərgilənsin, bir-birinə zid, antagonist mövqelər eyni vaxtda dövrəyə buraxılır. Çünki İran daxilində hələ də İran-ABŞ danışıqlarının gizli keçilməsi həm də İrandakı o irticacı qüvvələrin, radikalların həm də mövqeyinə hesablanmışdır ki, bir mənalı şəkildə açıq nümayişkarana şəkildə paralellik aparaq. Paşinyan hətta mövcud o zəif müxalif qüvvə ilə, daşnaqlarla mübarizədə daha ehtiyatlı davranırdı. Nəhayət ki, üzə çıxardı bütün tezisləri, mövqeləri. Bu mənada İranın birdən-birə Siyonizmə ölüm, ABŞ-yə ölüm, bu kimi mövqelərdən, radikal yanaşmalardan birdən üzə çıxıb normal mövqe sərgiləməsi özü təhlükəli idi deyən bu sayaq gizli danışıqlara üstünlük verirlər. Həmçinin də Pezeşkiyanın indiki halda bir addım irəli, 2 addım geri atması, onu işləməyə qoymurlar və s. yanaşmasının özü həm ehtiyat tədbirindən irəli gəlir, eyni zamanda İran daxilindəki vəziyyəti göstərir. İranda heç şübhəsiz ki, islahatçı və mühafizəkarlar arasında
uzun bir mübarizə tarixi var və belə asanlıqla olan bir islahatçılara zamanında Mürsəyin Musavi var idi. O da Azərbaycan kökənli idi. Amma onu da hara qədər mümkün oldu irəli aparmağı. Mühafizəkarlar bir sıra hallarda ondan istifadə etdilər. Sonra da Azərbaycanlılar da onu dəstəkləmədilər. Bəlli mövqeyinə görə. Pezeşkiyandan fərqli olaraq o fərqli bir figur idi. Demək, ola bilərmi ki, bax o dediyiniz analoji hadisə effekt vermədi və Təbriz onun arxasından çəkildisə, dəstək vermədisə, yəni səhvdən çıxmış nəticə kimi, nəticə olaraq belə bir ssenari yazılıbdır ki, Pezeşkiyan tam, hətta biraz da lazım olsa, ona biraz havasını almaq da deyilir də, yəni əhalinin, kütlənin bir dolaşan havasının bir dəyişmək üçün bir fürsətdir. Onun adından danışırsan, hətta nə bilim, başqa biraz da sərt bəyanat verirsən, bəlkə buna hesablanıb. Yoxsa Rəşad müəllim demişkən... Bu əks effektə verər axı. Verə bilər. Bəzən kütlə artıq deyər ki, mənim seçdiyim adam açıq şəkildə deyir ki, məni işləməyə qoymurlar, ayağa qalxın. Yəni, bu əks effekt də verə bilir. İranda hamısından daha çox mümkündür. İranda hər gün hansısa əyalətlərdə etiraz aksiyaları da keçirilir. Amma türklərin bu dəqiqə İran dövlətinin qarantı türklərdir. Bunu eləməyəcəklər. Yəni eləməyəcəklər. Bu bilməyənalıdır. Türklər olmasa İran dövləti bu qədər yaşamazdı. Təbii ki. Yəni bunu hamı bilir. Yəni bu farsların hesabına yaşamır. Heç ərəblərin də oradakı. Faktiki olaraq Elçin bəy, İranda seçkilərə qeyri-türklər qatılmadılar. Boykot mövqeyi seçdilər. Boykot yox, qeyri səsvermək istəmirlər. Yəni sadəcə bu qədər sadədir. Azərbaycan türklərinin çiydində hakimiyyətə gələn Pezeşkiyan həm də bu mövqeyi sərgiləməyə, davam etdirməyə borclu idi. Amma Pezeşkiyanın limiti hara qədərdir? Urmiya gölü ilə bağlı xilaskar tədbirlər mümkün olmadı. Bu göllə bağlı bəlli vəziyyət. Eyni zamanda ana dilində təhsillə bağlı hələ irəli getmək mümkün deyil. Üstəlik də mühafizəkarların Laricanlını növbəti dəfə üstün mövqeyə gətirməsinin özü də faktiki olaraq Pezeşkiyanın, həm də Pezeşkiyanla bağlı ehtiyat tədbirlərindən qaynaqlanır. Bəli, Pezeşkiyan hətta ötən il sentyabr ayında BMT tribunasından danışıqlara, sülhə yönəlik mesaj verdisə, ardınca onu dediyinə peşman etdilər və hətta bir sıra hallarda istefaya gedə biləcəyi barədə bir məlumatlar yayıldı. Onda necədir Elşad müəllim? Yəni Rəşad müəllimin dediyində həqiqət varmı ki, tamamilə layihə kimi işləmir, artıq özü müstəqil addımlar atır? Deməzdim ki, Pezeşkiyan artıq bir mənalı şəkildə müstəqil mövqe sərgiləyir. Mən hesab edirəm ki, burada razılaşdırılmış həm də bir proses gedir ki, hətta bunu da ssenari ilə edir. Bəli, dünyanın işi bilmək olmaz. Pezeşkiyan bu mövqedən çıxış... Biz dünyanın işini müzakirə eləmirik, İranın işini müzakirə edirik. İndi İranda hansıdır bunu müəyyənləşdirək? Yox, mən icazə verən fikrimizi bildirim. Yəni, İranın nöqteyi nəzərindən deyirəm bunu. Çünki belə yanaşma var ki, qəfildən 12 günlük müharibə 12 aylıq müharibəyə çevrilə bilər. Bu halda Pezeşkiyanın timsalında İranı sülhə maraqlı bir ölkə kimi, normal dünyaya açılan bir ölkə kimi təqdim edən bir liderə ehtiyac var. İranın əlinin qüvvətləndirməsinə qədər, bəlkə də İran ilki halda növbəti təhlükələrdən sığortalanmaq, hərbi qüdrətini artırmaq bu böhranlı vəziyyətdə. Bunun üçün həm də üsyanlardan ölkə əhalisini yaxa tutarmaq üçün bir fürsət kimi istifadə edir Pezeşkiyandan ki, sülh, danışıqlar və s. islahat, bu sayaq yanaşmalar İranı xilas edə biləcək deyə. Amma İranın əli güclənərsə, qüvvətlənərsə, nüvə silahına malik olarsa bu aralıq periyodda, o halda bəli, Pezeşkiyana ehtiyac duymayacaq mühafizəkarlar və yenidən Fars şovinist qanadı özünün namizədi ilə qeydə ola bilər. Bir dəqiqə. Hansı? Buyurun. Elşad müəllim, bir dənə bu məqamda mən istəyirəm həm Ülviyə xanım fikrini söyləsin, həm bizim Həşim müəllim fikrini söyləsin. Çünki burada fikir ayrılığı var və bunu bir dənə özümüz üçün müəyyənləşdirir. Ülviyə xanım, sizin versiyanız, hansı versiya sizdə daha həqiqətə uyğun gəlir? Pezeşkiyanın hələ də layihə olaraq qalması. Çünki Pezeşkiyan əgər üz çevirsəydi onu ora təyin edənlərdən, layihə kimi müəyyənləşdirənlərdən onun fiziki olaraq sağ qalması, özünün təhlükəsizliyi böyük sual altına düşərdi. Və
Onlara aydın məsələdir ki, rejimin özünün başqa bir qanadı, müasir dünyaya uzlaşdırmağa çalışan bir qanadı gətirib. Əgər Pezeşkan bu qədər tezliklə üz döndərib hansısa bir müstəqil siyasət yeritməyə çalışsaydı, düşünürəm ki, onun fiziki olaraq həyatda qalmağa bir qədər sual altına düşmüş olardı. O ki qaldı, bəli, məni işləməyə qoymurlar və yaxud hansısa bir bəyanat səsləndirməyə, bu bir növ ehtiyat tədbiridir. Əgər üsyan baş verərsə, inqilab baş verərsə, hansısa bir müasirliyə doğru addım atılarsa, yenə biz hakimiyyətdə qalaq. Sadəcə olaraq transformasiya olunmuş formada hakimiyyətdə qalaq, Pezeşkanın vasitəsilə yenə biz idarə eləyək. Yəni bu formada düşünürəm ki, nəzərdə tutulub. Həşim müəllim, siz necə düşünürsünüz? Mən açıqcası Pezeşkanın əvvəlki siyasi karyerasına da nəzər salmış biri kimi Pezeşkan prezident seçiləndən bu formada hərəkət etsəydi, deyərdim ki, layihədə. Deputat olanda da belə idi. Pezeşkan həmişə belə olub. Həmişə rejimə qarşı, yəni o rejimin ənənəvi siyasətinə qarşı olub, yeniliklərə çıxın deyib. Deyilmi ki, əvvəlcədən formalaşdırılıb bu belə bir şəxs olaraq? Yəni, ola bilər, amma mən o təsiratı almamışam Pezeşkana. O həmişə müstəqil fikirli biri kimi. DTX-da deyirlər, legenda uydurmaq. Legenda bir 20 il, 30 il gedə bilər. Yəni, Ülviyə onu deyir. Uydurduqları legendanı bu seçkidən yox, qabaqki seçkidə də eləyə bilərdilər və ehtiyac var idi. Mən düşünmürəm. O baxımdan, yəni, proses layihə olaraq başlayıbsa da belə, hətta belə deyək, müharibəyə qədər İsraillə olan müharibəyə qədər belə, hətta bu layihə idisə, bu günləri artıq o layihə olmaqdan çıxır. Bilirsiniz, burada insan faktorunu da nəzərə almaq lazımdır. Yəni, onda Ülviyə xanım deyir ki, onu öldürərdilər. Baxın da, yəni, öldürərdilər rahat bir şey deyil ki, öldürərdilər. Ona qalsa... Axı o sosial narazılıq qarşısına alan onun kimliyidir? Hakimiyyətdə olub, yəni o dini lider və ətrafında olanlardan fərqli olaraq elə 12 günlük müharibədə yaralanan da bir dənə Pezeşkiyan oldu da, ayağından yaralanan. Təbii ki, yəni o ölüm faktoru hər zaman mümkün olan bir şeydir. Amma ortada bir məsələ var, ortada bir reallıq var, insan faktoru var. İnsan 3 ay bundan qabaq küçəyə çıxanda qarşılanması ilə bu gün çıxanda qarşılanması arasında özü fərq görür. İnsanların daha çox rəğbətini qazanmış bir lider obrazı artıq özü-özündə görür və nəticə etibarilə də müstəqil addımlar atmaq imkanında olduğunu artıq ortaya qoymağa cəhdlər eləyir. Baxın, yenə deyirəm, sən faktiki olaraq, baxın, bəyanat verəndə ki, məni işləməyə qoymurlar deyəndə kimə hədəfə qoymuş olursun? Kimi qoyursan hədəfə? Bir şəxs qalır. Ancaq ali dini lideri qoyursan da hədəfə. Bu birbaşa meydan oxumaq deyil, yəni ona. Yəni sən nə dərəcədə belə şey qurmalısan, bir tamaşa qurmalısan ki, və orada ayrı-ayrı şəxslərə, oyunçulara bir rol verməlisən ki, bu rolu bu dərəcədə qarşı durmaya qədər gətirib çıxara bilsinlər. Ehtiyat versiyaya hazırlana bilər də. Bu istənilən vaxt nəzarətdən çıxa biləcək bir şeydir. İstənilən vaxt nəzarətdən çıxa biləcək bir şeydir. Və bayaqları qeyd elədi Elşad bəy, Laricaninin gətirmə. Laricanın biz Azərbaycanla bağlı mövqeyini hər zaman bilmişik də. Yəni, mənfi vilayəti kimi mövqedə olanlardan biri olub. Təbii. Az çox. Amma Laricanı gəlib, Laricanı kimin imzası ilə gəldi ora? Pezeşkiyan imzası ilə gəldi, oturdu. Gəlib oturandan sonra verdiyi ilk bəyanat ondan ibarət idi ki, Azərbaycan ərazisindən İsrail dronlarının uçması ilə bağlı heç bir fakt yoxdur. Yəni, bu faktiki olaraq Pezeşkiyanın mövqeyini ortaya qoyması ilə nəticələndi, digər tərəfin mövqeyindən fərqli olaraq. Elşad müəllim və Ülviyə xanım öz mövqeylərini gücləndirsinlər. Elşad müəllim, Rəşad müəllimi eşitdiniz. Bütün mövqelərə hörmətlə yanaşmaq. Yəni, burada başqa bir bizim əsaslı dəlil sübutumuz əlimizdə olmadığı üçün yanaşmalar maraqlıdır və diqqət çəkəndir. Amma hesab edirəm ki, bu gün artıq bir il öncəki situasiyanın geri qayıdışının mümkün olmadığını İranda anlayırlar. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı. Nə qədər cəhd göstərsələr də, necə ki, zəfərimizdən sonra Araz qırağı, hərbi təlimlər keçirən İran heç nəyə nail ola bilmədi. Əksinə, Azərbaycanın təşəbbüsü ilə həm də Araz dəhlizinin reallaşması istiqamətində addımlar atıldı. Və Azərbaycana Araz üzərindən tankla keçmək istəyənlər bir də onu da ayırdılar ki, Arazın üzərindən növbəti körpü atılır və Xudafərinin başqa bir versiyası reallaşır. Bu istiqamətdə Bakının sülh və regional, ümumiyyətlə qlobal mənada təhlükəsizlik çətiri altında fəaliyyəti ilə bağlı siyasəti dəstəklənir. Ardınca da Zəngəzur dəhlizi ilə bağlı
İranda nə qədər körəfəhim olasan ki, deyək ki, o bəlli radikal qüvvələr, bu reallığı görməyəsən. Pezeşkiyan bəli, o sırada daha açıq mövqedə və reallığı daha ciddi şəkildə qiymətləndirən, hətta bir sıra hallarda özünə tənqidi yanaşan, öz ölkəsinin siyasətinə tənqidi yanaşan, İsraillə Bakı arasında münasibətinə mənasında bir siyasi xadimdir. Və amma unutmaq olmaz ki, Pezeşkiyanın Zəncanda Azərbaycanlıların qarşısında Şəhriyardan bir beyt şeir deməsinə necə radikal münasibət oldu. Dərhal bir qeyd gətirdilər ki, bu sayaq yanaşma olmaz, o mühafizəkar qanadın bir mövqeyidir. Eyni zamanda elə bir neçə gün öncə Ərdəbildə səhv eləməsəm, Pezeşkiyanın qınını bəyənmədi ifadəsini, hətta izaldan bildirdilər ki, tərcümə dedi, bunun tərcüməsi yoxdur. Yəni, hətta bir zərbi məsəl, atalar misaldır, Pezeşkiyan türkcə deyərkən, onun başının üstünü kəstirənlər olursa, o halda əminliklə demək olmaz ki, Pezeşkiyanın regional və qlobal miqyasda yanaşmasını yalnız onun müstəqil baxışlarının məntiqi məcmusu kimi qiymətləndirmək olar. Bu arada hesab edirəm ki, razılaşdırılmış orta, qızıl orta müəyyənləşdirilib ki, sabah bölgədə elə proseslər baş verə bilər ki, necə ki, Azərbaycanın maraqları baxımından proseslər irəliyə doğru gedir, həm də üstəgəl üst formatında Azərbaycanın daha geniş bir çətir altında fəaliyyət təşəbbüsləri üzərinə artıq digər ölkələr də cəm olmaqdadır. ABŞ-nin bölgəyə silahla, tankla deyil, iqtisadi əməkdaşlıq müstəvisində addımları ilə bölgədə vəziyyət başqa bir miqyas alır. Bu mənada İranın əlində kart kozur olsun ki, baxın, bizim də yanaşmamız... O situasiya içində variantı olsun. Bəli. Bayaq qeyd etdiyiniz kimi. Baxın, maraqlı bir şeydir. Bir şeir deməyinə dözmədilər. Ərdəbildə, hansı ki bir müddət öncə Ərdəbilin hansısa bir o mollası idi da bizim ünvanımıza hədiyanlar söyləyən. Ərdəbil kimin klassik dini bir şəhərdə, türk şəhərində və bütün türk adətlərinin çox ciddi qorunduğu mühafizəkar bir şəhərdə İran rejiminin əsas dəstəkləyənlərdən biri oradır. Yəni Ərdəbil şəhəridir. Bunu hamı bilir. Müstəqil siyasət yerisə görün nə olar? Orada açıq deyir ki, Azərbaycanla iqtisadi münasibətlər qurun, nə olacaq, qınından çıxıb qınınızı bəyənmirsiniz və s. Yəni, Eşat müəllimin dediyi, yəni X gününün namizədidirmi və yaxud da X gününün kartıdırmı, yoxsa yenə fikrinizdə qalırsınız? Bilirsiniz, Pezeşkiyana yanaşmanı biz necə qurmalıyıq? Pezeşkiyan İran dövlətini parçalamağa və yaxud İran dövlətinin maraqlarından kənar addım atmağa çalışmır ki. Əksinə, o İran dövlətinin xeyrinə deyir o sözlər. O nə deyir? Deyir, Ərdəbil cəmaatı, yəni mərkəzdən dolana bilmirlər. Ora yaxın Azərbaycandır. Sadəcə Pezeşkiyanın çalışdığı nədir? O ənənəvi yanaşmanı tərk etmək, reformist yanaşmaya keçmək, İranı qlobal bazara çıxarmağa çalışır. Hər tərəf, məsələn, Azərbaycan necə gücləndi? 90-cı illər Azərbaycan ilə bugün Azərbaycan arasında nə fərq var? Azərbaycan bütün tərəflərlə bərabər hüquqlu, tərəfdaşlığa əsaslanan iqtisadi siyasi addımlarını inkişaf elətdirməklə, doğru mu? Pezeşkiyan da bunu etməyə çalışır. O istəyir ki, həm Çinlə ticarət eləyə bilsin, həm Qərblə, həm Amerika Birləşmiş Ştatlar, həm də Rusiya ilə. Bu o demək deyil ki, o İranı satır və yaxud İranın parçalanmasına meydan açır və yaxud da ki, xalqla rejimi bir-birinə düşmən etməyə çalışır. Sadəcə baxışları fərqlidir və bu fərqli baxış bucağındadır. Pezeşkiyan risk layihəsidir. Yəni ki, vəziyyət dəyişdiyi təqdirdə İranın həm daxilində, siz də qeyd etdiniz, Məhsa Amini hərəkatı məsələsi. Artıq yəni etirazlar da daha geniş format alır, daha başqa bir format alır və hashtaglər var idi yadımızda da, bütün dünyada Məhsa Amini hashtagı da gedirdi. Yəni, artıq daha başqa bir formaya keçir, mübarizə də, bölgədə də yeni reallıqlar var, yeni geosiyasi reallıqlar var və bu halda Pezeşkiyan həqiqətən də risklərin layihəsi olaraq irəli sürülüb. Yəni, vəziyyət budur. Davam edinsiniz. Onsuz da biz də elə əvvəldən onu deyirdik ki, yəni Pezeşkiyanı ora çıxarıblar ki, dünya dəyişir, görək necə dəyişəcək və ona görə əgər bizim ənənəvi siyasətə uyğun dəyişsə, ənənəvi siyasətə qaydaq, yox, dünya dəyişsə, bizim ənənəvi siyasətimiz uçuruma getsə... Tamam, ilk dövr elə idi, amma indi Rəşad müəllim deyir, indi artıq elə deyil. Bax, burada mən yenə bayaqki fikrimdə qalıram. Pezeşkiyan sadəcə
o ənənəvəçilərlə razılaşmır. Ona görə də o düşünür ki, onun çizdiyi yol daha yaxşıdır. Biz onu deyirik və də. onların nəzarətindən Biz də indi onu soruşuruq. Doğrudan mı bu belədir, yoxsa bu da? Yəni bunu öz başınalıq kimi etmir də. Bu dövlətinə bunu daha yaxşı bilir. Onun maraqlarına Mən demirəm bunu ki, daha o uyğun. İranı dağıtmaq istəyir. Mən onu heç kim demir onu. Yəni o sözdən getmir söhbət. Bəli, siyasətdə dəyişiklik, korrekt eləmək, bu belə adlandıraq. Amma bunu istəməyənlər var da konkret olaraq. İranda bunu istəsəydilər, münasibətlərimizin bu qədər yaxşılaşdığı bir vaxtda İran-Azərbaycan-İran münasibətləri son bütün hadisələrdən sonra Azərbaycan məsələyə nöqtə qoydu, səfirliyimizin fəaliyyəti bərpa olundu, bütün baş verən narazılıqları prezident açıq deyəndən sonra o şəxs cəzalandı, ən nəhayət edam da olundu və s. məsələ bitdi. Hətta yenə təkrar edirəm, bu təkrarçılıq olsa da, amma İranın nəqliyyat naziri mənim çox xoşuma gəldi. Mən 2-3 çıxışını Azərbaycan dilində təbii versiyalarına baxdım. Adamın həm vizyonu fərqlidir. O anlayır ki, İranın infrastrukturunda köhnəlmə var, yenilənmə ehtiyac var. Yəni bir fərqli düşünən xanımdır. Onun Azərbaycana səfəri, İran prezidentinin Bakıya gəlməsi, sonra Xankəndiyə getməsi, orada Azərbaycan prezidentinin Şuşanı gəzməyə getməsi, bütün bunlar bizim münasibətlərin yaxşılaşdığını... Heç mən üzr istəyirəm, sözünüzü kəsirəm. Yaxşı edirsiniz. Amma mən demək istədiyimi, yəni bildinizmi mən nə istəyirəm? Əgər doğrudan da bu belədirsə, niyə onda mane olurlar? Baxın, sırf iki tərəfli münasibətlərdən danışırıqsa, Pezeşkiyan yenə də anlayır ki, ənənəvi təfəkkür Azərbaycan siyasətinə sırf milli ayrı-seçkilikdən yanaşır. İndi ola bilərmi? Elə o ənənəvi təfəkkürdə olan insanlar İran dövlətinin düşmənidir. Elə İranı parçalamaq istəyən onlar. Onlar hər zaman İranın maraqları üçün düşmən idilər. Sadəcə, baxın, hələ ilk dəfə 79-da Xomeyni nə demişdi? Bəli. Demişdi ki, qanla almışıq, dövləti bizdən almaq istəyirsiniz, gəlin qanla alın. Yəni bunlar xalqa meydan oxuyan, dövlətin təməli xalqdırsa, xalqa meydan oxuyan bir iqtidardan danışırıq, rejimdən danışırıq. Yox, indi iqtidarın hamısı elə deyil. Mən bayaq söylədim ki, biz fərqli artıq mesajları görürük. Görürsünüzmü, son günlər biz yalnız vilayətidən misal çəkə bilirik. Və yaxud da başqa bir nümunəni çəkdi. Elə vilayəti qədər bizə qarşı pis münasibət olanın açıqlaması çox normal və reallığa uyğun olaraq. Çünki Azərbaycan reallığı dəyişdirib. Bu aydındır. Biz 92-ci ilin Azərbaycanı deyilik. Bir dənə vilayəti qalıbdır da İranda mollalar da danışmır. Yenə təkrar edirəm. Yox, parlamentdə bir ikisi qalıb hələ, amma yəni rəsmi postu olanlardan bir vilayətidir. Amma çox azalıb. Daxili rejimi qütbləşdirirlər. Qütbün bu biri başında da özləridir, o biri başında da özləridir. Və mən hesab edirəm ki, Pezeşkiyan onların mövqeləri müdafiə eləməkdə davam edir. Heç də müstəqil siyasətə getməyib və qeyd etdiyiniz kimi Ərdəbildəki hadisə zamanı görürsünüz, ona qarşı nə qədər bəlkə də bu vasitə ilə yoxlayırlar cəmiyyətin nəbzini yoxlayırlar ki, görək necədir vəziyyət. Rəşad mənim deyir ki, bu yoxlama bir də nəzarətdən də çıxa bilər. Nəzarətdən çıxdığı yenə. Pezeşkiyan artıq belə deyək, təbii ki, hər kəs razılaşır ki, Pezeşkiyan layihə idi, yəni ortaya qoyulan layihə idi. Amma mən yenə o fikrimdə qalıram ki, Pezeşkiyan artıq müstəqil belə deyək, bəyanatlarla çıxış eləyən bir şəxsə çevrilib, müstəqil mövqe ortaya biləcək bir şəxsə çevrilib və onun mövqeyi hələ ki o mühafizəkar qanadın üçün təhlükəli həddə gəlib çatmadığı üçün bu günləri dözürlər. Sabahları Pezeşkiyan məni işləməyə qoymurlar demək təhlükəlidir sizcə? Təhlükəlidir. O dərəcədə təhlükəli həddə deyil hələ. O dərəcədə təhlükəli həddə deyil. Daha təhlükəli nə ola bilər? Daha təhlükəli birbaşa hədəfi göstərmək ola bilər. Daha təhlükəli birbaşa İranda dini hakimiyyətin, İranın dünyadan təcrid etdiyini demək ola bilər. Daha təhlükəli çox şey dəyişir. İcazəsiz qərar vermək olar. Çox şey dəyişə bilər. Öz dövlətinin, öz xalqına qarşı, yəni aydın məsələdə hansı çərçivələri istifadə edən bir despot rejimdə bu qədər müstəqil, özü də yəni prezident vəzifəsində olan şəxs bu qədər müstəqil fikirləri sürə bilərmi? Dərhal o çərçivələnər, dərhal onun fikirləri qısıtlanar xalq eləyə bilər. Xalq da Pezeşkiyanın çevriliş ola bilər. Çevrilişdəki nə dərəcədə məntiqlidir? 40 milyona yaxın soydaşımız yaşayır. Bir tərəfdən də Pezeşkiyan müstəqil söz deyə bilmək imkanlarında olmadığını deyirik. Bu o millətdir ki, stadiona yığılıb biz hara farslar hara şüarını çığıran ordunun generallarının əsasını təşkil edən millətdir. Bakı, Təbriz, Ankara, biz hara farslar hara. Bunu İranın düz mərkəzində
stadionlarda, Tehranda mən özüm getmişəm traktorun oyunlarına, Tehranda. Orada da bunu bəyanatla verib. O başqa məsələnin artıq müzakirə mövzusudur. Çünki orada Azərbaycan toplumu ona görə aktiv olaraq ayağa qalxmır ki, bu günləri dünya İranın parçalanmasına hazır deyil. Dünya İranda parçalanma istəsə, Azərbaycan toplumu ayağa qalxır. İstəmir. Öz haqları uğrunda mübarizəyə də qalxar, hər şeydə eləyir. Yox, biz indi məsələnin o tərəfi, biz çox uzağa getdik, çıxdıq. Bu uzaq perspektivdir. Yenə deyirəm, Pezeşkiyan artıq müstəqil addım ata biləcəyini, xüsusən də bu 12 günlük savaşdan sonra yavaş-yavaş ortaya qoymağa başlayır. Yavaş-yavaş belə deyək, mövqe, yəni onun tərəfdarlarının mövqeyi artıq üstünlüyü təşkil eləməyə başlayır. Yenə deyirəm, baxın, adi bir şeydir. Larijani kimi bir şəxs bu günləri Pezeşkiyan mövqeyindən bəyanatla çıxış eləyirsə, deməli Pezeşkiyan mövqelərində artıq müəyyən o təsir imkanları var. Nəyisə izah eləyə bilib və ələ keçirə bilib müəyyən bəlkə hələ gücdən təsir imkanları. Baxın, siz demişkən o kütləvi... O təhlükəli həddə çatanda, düz deyirsiniz, Lülə xanım deyildi, təhlükəli həddə çatanda onunla bağlı hansısa addımlar atıla bilər. Bunda Yaşad müəllim də onu deyir. Deyir ki, tənqid də nəzarət şəklindədir. İcazə verilən qədər edir tənqidi də. Nə bilim, Yaşad müəllim təxminən belə deyir. İcazə verilən deməyək də, təhlükəli həddə gəlib çatmayıb deyək. İcazə məsələsindən çıxıb artıq məsələ. Məsələ artıq demək ki, yenə nəzarət olunur da, siz deyirsiniz ki, təhlükəli həddə çatmayana qədər. Demək ki, o təhlükəli həddə də nəzarət olunur da. Nəzarət olunmaq hər zaman var. Təbii ki, Pezeşkiyan fəaliyyətinə nəzarət olunacaq. Pezeşkiyan özü o nəzarətdən qalıbmı, çıxıbmı? Məsələ odur. Maraqlı sualdır. Maraqlı sualdır. İçim həmkarlarımın fikirlərinə bəzi qeydlərini çatdırmaq istəyirəm. Eşat müəllim, olarmı bunu saxlayaq gələn dəfiyə? Çünki verilişə ayrılan vaxtımız bitdi. Çox təəssüf ki, belə alındı. Əslində, İran məsələsi bizim üçün çox, sözün əsl mənasında ciddi bir məsələ olub və həmişə də olacaqdır. Ən az ona görə ki, ərazi baxımından ən böyük sərhəddimiz olan qonşumuzdur. Ən az ona görə ki, bizim orada tarixi köklər var və bu tarixi köklər orada yaşayan Azərbaycanlılar, onların mədəniyyəti, ədəbiyyatı və bütövlükdə mövcudluğu bizim hər birimiz üçün xüsusilə əhəmiyyət daşıyır və əlbəttə biz istəyirik ki, Təbriz də, Ərdəbil də yaxşı yaşasın, oradakılar da, bizim soydaşlarımız da yaxşı yaşasınlar və Azərbaycan-İran münasibətlərinin yaxşılaşmasını biz həm də ona görə istəyirik ki, İran dövlətinin iqtisadi problemlərinin həllində Azərbaycan çox ciddi imkanlar yarada bilər. Ən azı Zəngəzur dəhlizi o ətrafda yaşayan insanların həyatına, məişətinə ən azından bir dirçəliş gətirə bilər. Bugün İran elektrik belə verə bilmir Azərbaycan kəndlərinə, şəhərlərinə belə. Amma məsələlər var ki, onu biz həll edə bilərik. Ona görə də bu əməkdaşlığa ehtiyac var. Görüşərik.